Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 328. bölümüne Allah'ın lütfü keremiyle başlayırım. Gedək görək bu günləri atalarımızın tarix boyu yazdıkları ve bize miras koydukları, tarixten de önce belki, tarix deyəndə bir yazılı tarih var, bir de yaşam tarihi var. Tarix boyu bunları təcrübə eləyiblər, yaşayıblar və bizim üçün qoyublar. Dünən Şəcərə-i Yəqinə baxdıq. İndi bəlkə yenə açılacaqdır, onu açılasa daha yaxşı baxarıq. Təbəqat-ı Sufiyyə və Zəfərnamə. Bu iki kitabı açaq. Dünən Zəfərnaməyə əslində sonda bir baxış, bir diqqət-i nəzər ilə baxdıq. Təbəqat-ı Sufiyyəni bugün açdıq. Şəcərə-i Yəqin, Risalə-i Şəcərə-i Yəqin əgər yadımızda olsa, dedik ki, belə bir kitabdır və bir teoridir əslində, xilqət teorisi. Bilirsiniz ki, bizim insanın fiilən, bəlkə nə bilim illər sonra, yüzlər, minlər illər sonra insan eləyə bilər ki, kainatdan, yəni o varlıqlardan, kainat yəni varlıqlar, bəlkə varlıqlardan bir təsəvvür qazana bilər, bir əks ola bilər, baxa bilər. Amma indilikdə bu müyəssər deyil. İnanmıram da gələcəkdə ola bilsin. Çünki kainat dediklərine görə, mənim xəbərim yoxdur, dediklərine görə biz necə Allahı Həzrəti Məhəmməd deyibdi, biz qəbul eləmişik, yoxsa Allahın varlığına çox da bir ciddi dəlil yoxdur. Həzrəti Məhəmmədin əmri ilə, fərmayışı ilə biz qəbul eləmişik Allahın varlığı və Həzrəti Məhəmmədin də varlığı, özünün dediklərinə görə. Elə aynıdır, məsələn, bunları da iddiası ki, məsələn, Big Bang vardı, nə vardı, bunlar da aynı nağıldır. Yəni, biz nə ilə inanırıq ki, Big Bang olub dünya yaranıbdır? Bir nəfərə görə inanaq. Yoxsa heç dəlil yoxdur ki, Big Bang olubdur. Heç dəlil. Hətta Allaha dəlil var, Big Bangə dəlil yoxdur. Yəni, Allaha deyə bilirik ki, bir sani var, bir düzəldən var. İlləti var. İllət olmasa heç də olmaz. Bunu məsələn qəbul eləyə bilirik. Amma digər bura indi məsələn deyək ki, Big Bangə dəlillədi məsələn. Allaha da aynı dəlil elə soruşurlar. Deyirlər Allah da biləxərə gəlməlidir. Bir yerdən bir dəlil olmalıdır. Yoxsa öz-özünə məsələn hardan çıxıb, niyə çıxıbdır? Məsələn belə bir şey soruşmaq olar. Amma necə ki Big Bang bir teoridir, bu adamın yazdığı da, bu Türk müsəlmanın yazdığı da bir teoridir. İttifaqən o Big Bang'də tövzih verə bilmirlər bəzi şeyləri. Ki, nədir oldu, nədir olmadı. Ya əqlə batmır. Amma burada adam biləxərə biraz onun nə deyərlər, qol-qanatın açıbdır düşüncəsinin. Gedibdir, gözəl, hər halda bir yəni, xilqət teorisidir məncə. Bəlkə sonralar bir ayrı bir şeyləri də danışar, amma çünki çox oxumadığımız üçün. Məsələn, burada ölümdən də danışır, ölüm dünyasından da danışır, yəni axirətdən də danışır. Yəni, dünya bir şeydir, amac da bir ayrı bir şeydir, bunları məsələn danışır. İslam düşüncəsi içində, müsəlmanlıq içində, İslam deməyək, müsəlmanlıq düşüncəsi içində, Türk düşüncəsi içində belə bir şey danışır. Amma bugünkü bir dənə kitab açmışdıq ki, çox cəlib idi məncə və içindən də çoxlu səhifələri, bəlkə 100 səhifədən çoxu düşmüş, nəzərə gəldi. Zəfərnamə adlı bir kitabdır. Dünən buna baxdığımız üçün
bu günləri ona çox baxmayacağıq kağızına. Sürətlə fəqət bir də buna baxaq. Kitab görürük ki, gönül cildi var imiş və çürüyübdür qıraqlardan. Belə baxanda görürük hər yerdə kağız, ortası cırılıbdır və kitabın adı ilə birinci səhifədə yazılır Kitab-ı Zəfərnamə və əlbəttə əvvəldə də gördük ki, Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır bu kitab. Biraz çox kəsif salınıbdır, yazılıbdır ya da bundan da bir əksi buradan salaq. Bu məncə yaxşı bir şeydir ki, əks salaq və AI bu haqda bizə bir məlumat versə, əlbəttə zehnimizdə əvvəl şeydir, amma tüm buna dünən mən baxmışıq biraz. Onun üçün şey də olmaz ki, bir zehniyyətimiz ola bunun haqqında. Tamam. Bunu bağlayaq və indi burada gedək. Bunu buradan əlavə eləyək. Görək ki, bu kitab haqqında bizə hangi məlumatları verəcək. Tamam. Bu burada işin görsün. Biz də qeydək kitabımıza bir hızlı baxaq. Çox kifir saxlayıblar. Yazı çox gözəldir. Qırmızı sual-cavab və bəzi şeyləri qırmızı ilə yazıbdır. Bəzi yazıların üstünə xətt çəkibdir. Düzdür, əl yazması çox gözəl bir əl yazmada oxumaq olur. Amma dedik ki, təəssüflə bunun içinə su gəlibdir. Kitabın şirazəsi cırılıbdır, ayrılıbdır. Kağızla yapışdırıblar. Bəzən düşübdür, o kağız ki yapışdırıblar, düşübdür yazının üstünə. Yazının bir hissəsi ya da bəzi kəlmələrin əvvəlləri görsənmir. Kitabın da ən azından bir 100 səhifəsindən çoxu 11-ci babdan ta getdi, nə bilim, neçinci babacan aradan gedibdir təəssüflə. Görürsünüz, kitab bir-iki dəfə suya gəlib və yetişdik kitabın axirinə. Bu da beləsi. Bu kitabın adı Zəfərnamədir, çünki oxumuşuq. Bu günlərdə onu biraz diqqətlə baxaq, yoxsa bir ayrı kitab var yolda, onun üzü ilə baxaq, görək nədir. Yazıb ki, burada son kitaba təmmətil kitab, xətti, əvvəl adını yazaq, Zəfərnamə. Ad, Kitab-ı Zəfərnamə. Adam Zəfərnaməni eşidəndə deyir, bəlkə bunu savaş haqqındadır. Amma zahirən bu cür gördük, çox qavramları, kəlmələr ki, önəmlidir müsəlmanlar üçün, türklər üçün onları tərif edir. Əxlaq nədir, ibadət nədir, namaz nədir, bu hər şeydə, yəni bir çox kəlmələri tərif edir və o təriflər əslində bir dənə türk müsəlmanın inancın göstərir, ya yaşamının çevrəsini göstərir. Belə desək yaxşıdır. İndi kitabın adı yazıb ki, Zəfərnamə. Təmmətil kitab Əl-Xətti Baqi. Əl-Xətti Baqi. Niyə Əl-Xətti yazıbdır? Xətti gərək yazıydı. Əl-Xəttu Kitabül Xətti Baqiyun. Yazı qalıcıdır. Vəl-ömrü faniyun. Ömür də qurtalandı, aradan gedəndi. Əl-əbdü asiyun. Əbd insan günahkardır. Asidir, üsyankərdir. Günahkar deməyək bunu. Üsyankardır. Yəni bəzi şeyləri qəbul etməz. Bu gözəl bir şeydir. Mən bunu bir zaman Günaz TV-də 12-ci, yəni deyək ki, hər yerdə isə 2012-də ya 2013-də Qurana görə danışırdım Günaz TV-də.
Orada mən dedim ki, hər kəs Allaha üsyan eləsə, Allah ona caizə verir. Əslində Allah üsyana təşviq edir və əslində Allah üsyanı insanın canında qoyubdur, ruhunda qoyubdur. Yəni deyir almanı yemə, ya məsələn hər nə mənən ki buğdanı yemə, onu yeyir. Ona yediği üçün ona bir ödül verir. Nədir? Get yer üzünə, yaşa, doğ, törə, çoxal və davam et. Ya məsələn, şeytan durur qabağına, Allahın iradəsinin qabağına durur. Bir iradə sərgilir Allaha qarşı, üsyan edir. Niyə mənə deyirsən ki, özümdən sonrakı adama yaratdığın bir şeyə ki, məndən də aşağıdır, torpaqla sudan yaratmısan, məndə oddan yaratmısan, mən gedirəm göyə tərəf, o gedir yerə tərəf. Niyə mənə deyirsən ki, başımı ona əyəm? Və Allah onu mücazat eləmir. Ona deyir ki, get, gücün varsa, hər nə iş istəyirsən edə və ölməyəcəksən. Yəni, insan ölür, amma şeytan ölmür. Mən onun üçün belə bir, burada asi sözü çox gözəldir. Üsyan eləyənlər toplumu dəyişdirərlər. Bunu da deyim. Onlar ki, toplumun suyu ilə gedirlər, dəlgəşlər, coşçular, nə bilim, bunlar toplumu dəyişdirə bilməzlər. Bunlar toplumda insanları ya pisliğe ya da ən azından oradakı olan şeylərə adət verərlər. Və normalda elə pisliğe adət verərlər toplumda. Amma üsyancılar toplumu dəyişdirərlər. Üsyancılar, yəni indi bu vəz nəcürdür, bu durum nəcürdür, bunu qəbul eləmir. Bunu dəyişdirməyə çalışır. Bunlar toplum. Və Rəbbü afiyyun, Allah da əfvedəndir. Subulul kafi minni finnəminə tərəfi tərəni təmmətil kitab. Hər halda üstə də dedi təmmətil kitab, tazışdan burada dedi təmmətil kitab və unillahil məlikil vəhhab kətəbəhu. Kim yazıb bunu? Əl-həqir, nəfir, fəqir olacaqdır, nəfir kimi düşür. Əl-fəqirdir əlbəttə, ona görə beləsi olubdur. Kətəbəhu əl-fəqir Məhəmməd ibni yazan kimdir? Katib deyək bunu, çünki katib şey mənasındadır. Ola bilər ki, nüsxəçi mənasıdır. Mən qələt yazdım bunu. Katib kimdir? Məncə nüsxəçidir, yəni bu. Məhəmməd ibni Süleyman ibni Hacı Osman. Məhəmməd ibni Süleyman ibni Hacı Osman. Əl-müznibir raci ilə rəhmətillah. Burada zənb sözünü gətirir, günah sözün. Raci, ümidvar. İlə Allahın rəhmətinə ümidvardır. Təhrirən fi əvaxir yazının, yəni nüsxənin, mən nüsxə yenə yazıram. Nüsxənin tarixi ha vaxtdır. Nüsxə tarixi. Nüsxə tarixi olur. Əvaxiri şəhri Zilhəccə səniyi 50 və əlif təmmət. 50 və əlif. 1050. Yəni 400. İndi 1447 deyək, bundan çıxsaq 50 və əlif 397 il bundan qabaq. ...397 il qabaq yazılmış. Tamam.
Bu kitabımızın axirində əlbəttə bir şeylər də burada görürük. Bunları qeydib baxarıq, görürük ki, nə xəbər. Kitabın əvvəlindən başlayaq bir. Burada cildidən sonra bir şeylər yazıbdır. Bir ki, kəmal-i mərifətlə məşhur ol, on başa, kəmal-i mərifətlə. İndi belə bir şey, halda yəni bir adam ki, onbaşı imiş, o, yəni onbaşı adam, 10 nəfərin başı, bir dəstə orduda. Bəlkə ona bunu yazıbdır, ya da onun haqqında belə bir cümlə yazıb. Amma kitabın içinə gedək. Hər halda bu kitab, umaram inşallah bizə bir əsl yazar kimdir, ondan da bir şey versin. Kitab-ı Zəfərnamə. Həmd-i bihəddü sənayi biəd, ədd deyil, təşdidli deyil da. Əd. Ol yadi şəhlər padişah. O padişahlər padişahının. Pəs həmd-i bihəddü sənayi biəd, ol padişahlar padişahının üzerine olsun ki Halik zemin-i asmandır ve razık-ı insü ve candır. Ve durud-i tehiyyat bər güzide-i mevcudat Muhammed Mustafa'nın ve alinin üzerine olsun bə'd qutuldu. Orada burasını da Türkçe yazmıştı. Bə'd raviyan əxbar ve nakilan cuftar buyururlar ki bir gün Melik Nuşirrevan təşdidi qoyubdu r'ın üstünə. Melik Nuşirrevan adil ol alim kamil xaci bəzri cumhuriden rahmetullahi aleyh 60 məsələ surəti xaci büzürc mehr fəsahət və bəlağəti ilə dərhal hər məsələyə cavab bəliğ əda qıldı. Bu deyir ki, Nuşirvan adlı bir hakim var imiş. Bu 60 dənə məsələ soruşubdu. Cəlibdir ki, bu məsələlərə indi baxacağıq. Bunun dili ilə deyirlər da, yəni raviyan əxbar deyirlər. Yəni bəlli deyil belə bir şey var, yox. Amma bu indi görək İslam adında cavab verəcək, yoxsa məsələn Ənuşirvan deyirlər şeydir da, yəni Sasanidir. O dində cavab verəcəkdir. Xazi büzürmət fəsahət və bəlağət ilə dərhal hər məsələyə cavab bəliğ əda qıldı və bu risalənin adını Zəfərnamə qoydu. Yəni o elə bir ki, bu kitabı yazıbdı, adını qoyubdu Zəfərnamə. Yox, bu yazan özü yazıbdı, amma ona nisbət verir. Melik Nuşirvan orada Nuşrevan yazmışdı. Burada Nuşrevan. Melik Nuşrevan ol risali xəzani arasında ezaz və ehtiram birlə saxladı. Bu ar nə deməkdir? Arasında ehtimalən olacaqdır. Əlif ilə yazmıbdır, eyni ilə yazıbdır. O risaleyi xəzani amirəsində olacaqdır. Arəsində olmaz. Ara mənasında da amirədir. Amir yəni burada mənzur yəni çox böyük yer. Əlbəttə bir iş görək, burada görək, əvvəlin bu kitabı görək. Bu niyə götürdü, getdi bunu? The manuscript appears to be the copy of the Zafarname, Book of the Victory, a work famously attributed to the Vaziri Buzurgmehr or Buzurgmehri Buxtaqan. Tamam, bu şeydir buradan. The text is written in Ottoman Turkish using the Rika Naksh hybrid style typical of such a manuscript and serves as a
dedicated piece of mirror or princess. Oh, mirror for princess. Literature is structured as a series of... Tamam, bunlardan geçək, bunu yazaq ki, Türkçe yaz lütfen. Şeyde çevirmemişik elə. Türkçe yaz lütfen. Tamam, bu onu məşğul olsun yazmağa. Əlbəttə mən amirə yazacağım. Bu kitabın hələ buranı oxumuram, çünki bu bizə bir düşüncə verir, amma amirə nə deməkdir? Əvvəl bunu bir soruşaq görək ki. Bu kəlmə mətnin sağ səhifəsində aşağıdan 4-cü sətirdə keçir. Müəllif Risale-i Xəzani-i Amirənin ezaz və ehtiramı ilə buradakı amirə kəlməsi klassik Osmanlı mətnlərində ümumiyyətlə dövlətə məxsus ya da padişahi mənasında işlənir. Dövlət xəzinəsi, tamam, belə o ki orada demişdik o cür bir şey. Amirəsində ezaz və ehtiram bir ilə səqlədi. Ta ömrü olduqca hər gün mütaliə edərdi və ol məsailün qüvvəti ilə sair-i müluk üzərinə təfəxür edərdi. Nuşirəvan adil vəfat etdikdən sonra bu risalət Əmir Xurasan Əli ibn Səncərin əlinə düşdü. Diqqət buyurun. Nuşirəvandan sonra bilafasılə kimin əlinə düşür kitab? Əmir Xurasan Əli ibn Səncər. İndi cəlibdir, Əli ibn Səncər kimdir? Bunu bir axtaraq görək ki, Əli ibn Səncər kimdir? Mətnin sağ səhifəsində aşağıda 3-cü sətirdə bu ad keçir. Bu şəxs əl yazmanın türkcə tərcüməsi ilə bağlı olan tarixi bir şəxsiyyətdir. Klassik qaynaqlarda və təzkirələrdə bu ad müəyyən bir siyaqda tanınır. Əmir Əli ibn Səncər kimdir? Səlcuqlu dövrü və tərcümə himayəçisi. Bu nüsxə və bənzəri olan zəfərnamə tərcümələri ümumiyyətlə Böyük Səlcuq dövrünün sonları və ya ondan sonraki dövrlərdə saray əyanları üçün hazırlanırdı. Mətndə adı keçən Əli ibn Səncər böyük ehtimalla Xorasan bölgəsində hökm sürən və ya orada müəyyən bir məqamı olan bir əmirdir. Ehtimalən əslən bu bilmir kimdir. Onun üçün də deyir ki, elə biz də o qədər bilirik, kitabdan verdiyi məlumatı bizə tikir elədi. İzafi bir məlumat vermədi. Əmir Xorasan Əli ibn Səncərin əlinə düşdü. Xəlifə-i Əcəm. İndi diqqət buyurun. Bu zaman Xəlifə-i Əcəmdən danışır. Əbu Turab Sani, Nuh ibn Mənsur Samani, mayi töhfə ilətdi töhfə. Bu deyir düşdü Əmir Xorasan, bu risalət Əmir Xorasan Əli ibn Səncərin əlinə düşdü. Xəlifə-i Əcəm Əbu Turab Sani, Nuh ibn Mənsur Samaniyə, Samani bir baləcə şey olubdu, deyir ona bir baləcə yerdə hökm edibdi Samanilər. Əlbəttə niyə bunlara fars deyiblər, mən onu bilmirəm. Çünki saman sözündən gəlir də, saman sözündən ondan sonra samançılar. Samaniyə töhfə elətdi, yəni göndərdi. Əzim xoş gəldi. Əzim xoş gəldi, yəni çox xoş gəldi. Və etdi ki, ta ki şeyxi, yəni rəis-ül hükəma Əbu Əli Sina hazır etdilər. Əbu Əli Sinayı hazır etdilər. Adil şeyxün iltimas eylədigim bu əlfa.
Adil şeyxin iltimas eylədi kim? Bu əlfaz-ı pəhləvi lüğətdən Farsi dilincə tərcümə etdi. Tamam, indi burada bu kitabı veriblər bu adama. Bu da deyir ki, bunu Pəhləvi lüğətdən Farsi dilincə tərcümə etdi. Nağıldı yazır. Belə bir nə Sasani dövründə kitab var idi yazılar, nə də ki tərcüməsi imkanı var idi onun. Həm də ki, məsələn, Əbu Əli Sina bunu məsələn tərcümə eləyir. Farsi dilincə tərcümə etdi. Zira ki, qərib suallar və əcaiblərdir. Əl-cavab, hardan bilirdilər oxumamış bir şey ki, əcib şeylər. Əl-cavablərdir, nədir? Əl-cavablər dürəndir. Əl-cavablərdən, əl-cavablər dürəndir. Əl-cavablər dürəndir. Nə demək olar? İmtisal və bədai əhval məsailələr bu suallar içrə mündərəcdir ki, zamanilə xilqət ulusunə və gecəsinə mənzil və ehtiram hasil edər. Bu kitabın bir özəlliyi budur ki, kəlmələrin səsin qoyubdur. Biraz dalı-qabaq qoyubdur hərflərin üstündə. Ona görə biraz çətin olur bəzən oxuması. Əgərçi qəlili əhcəm, həcmin cəmidir əhcəm. Qəlili əhcəm, dahi yığacaq, yəni, nəinki cəmdir, dahi yığacaq. Əfələ təfzil deyirlər buna ərəbcə, cəm deyirlər, üz üstə. Əgərçi qəlili əhcəm, ən az məsələn deyək, bu cürsə. Qəlili əhcəm və kəsiri fəvaiddir və daxi məlumdur ki, yaradılmış içrə əql və nəfs ədyan müxtəlifə arasında müştərəkdir. Pəs aqil ol kişidir kim məqulata heç inkar etməyə. Əlbəttə sözlər calibdir, yəni diqqət buyursaz, indi bunu hər kəsin ağzından çıxıbdır, hər kəs yazıbdır, yoxsa şey olubdur. Bu müqəddəmə ki, yazanın müqəddəməsidir, kitaba müqəddəmə yazır əslində. Məlumudur, yaradılmış içrə əql və nəfs ədyan-ı müxtəlifə arasında əql və nəfs ədyan-ı müxtəlifə arasında müştərəkdir. Əql və nəfs tamam insanlar arasında birdir. Pəs aqil ol kişidir kim? Bu da kişidən mənzur erkək insan deyil. Bəlkə qadın, xatunlar və erkəklər. Məqulata heç inkar etməyə. Ağıllı adam budur. Ta kim onun dininə və məzhəbinə xiləl erişməyə və doğru yolundan azməyə və yəqin bilək gərək kim və yəqin bilin gərək ki indi bunu nə oxuyaq? Gərək və yəqin bilin gərək kim nəblər sərvəri ehtimalən həkim yox, yenə o da oxunmur. Bilinə gərək kim bilmirəm, nəblər sərvəri bu nəmənə bilə nəblər sərvəri Məhəmməd nəbilər olacaqdır bunlar. Həkim, nəblər, nəbilər həman. Nəbilər sərvəri Məhəmməd Müstəfa Salavatür Rəhman əleyhi kəndi mübarək ləfzindən buyurmuşdur ki, vəlidət fi zəmənin məlik-i adilin. Deyir ki, Həzrəti Məhəmməd deyib ki, mən bir adil padişah zamanında. Bu da hədislərdən ki, cəhlidir. Ehtimalən vəlidtu fi zəmənil məlikin adilin. Yəni, eydər kim
Ben Meliki Nuşirevan adil zamanında dünyaya. Bu Nuşirevan hardan geldi bu hadiste? Əgər Həzrət Məhəmmədin bu söz Həzrət Məhəmmədin olsa, deyib ki, mən bir adil məlikin zamanında dünyaya doğulmuşam. Amma ad verməyibdir. Buradan bu Nuşirevana hardan çıxadırlar? O deyil. Nuşirevan adil zamanında dünyaya gəldim idi və daxil bir xəbərdə buyurmuşdur. Ayrı bir xəbərindi. Kim? Xuzul ilmə min əfvahir rical. Xuzul ilmə, ilmi alın, min əfvahir rical, insanların ağzından. Yəni elm insanların ağzındadır. Düzdür, sözü düzü də budur ki, elm o zamanacan ki ağızdan çıxmır eşiyə, içəridə zindandadır. Ağızdan çıxanda elm hesab olur. Yəni alın elmi əfvahi ricalidən və əmirəl müminin Əli ibn Əbi Talib kərrəməllah və cəhu buyurur. Xuzmas sənə və dəə ma sənə və dəə malikdir. Yəni sözün iyüsün qəbul et və yerəməzin tərk et. Mən bunu başlatmadım. Xuz ma sənə və də ma kədərə. Bəs bu mən qələt oxumuşam. Bunu beləsi oxuyacaqdır. Xuz ma sənə və də ma kədərə. Yəni sözün iyüsün qəbul et və yerəməzin tərk et. Pəs gərəkdir ki, burada bir kəlmə də üstündə yazıbdır. Yəni hər nəsnəyi və hər işi əql və idrak ilə işləyə. Pəs gərəkdir ki, hər nəsnəyi, hər işi əql və idrak ilə işləyə. Şərəfüddin, ehtimalən üstə Sərrəhə Qustusu belə bir şey yazıbdır. Ət-təbib bidarüş-şəfa. Şərəfüddin ət-təbib bidarüş-şəfa əmma siyyi hərdəsəha Allah ən leylətül Eydür ol Farsi Risalət Şeyx-ül Reis təlif etmişdir. Burada cöhər tökülübdür, üstü də qalanı oxunmur. Bizim əlimizə düşdü. Bəzi yaranlar kim? Farsi dilində qadir dəcül dürdilər, qadir dəcül dürdilər. Calibdir bu, dəcül dür deyilər. Beləsi istir yazsın. O birisi yerdə də ehtimalən mən oxuya bilmədim. Buna görə ki, burada beləsi cəm bağlır. Əcib cəm bağlamaqdır. Qadir dəcül dürdilər, ehtiyacı tamam göstərib iltimas etdilər kim? Türki dilincə tərcümə ola. Pəs bildim ki, xeyrün nası yənfəün nas, insanların yapyaxçısı insanlara çox mənfəət yetirəndir. Ya insanlara mənfəət yetirəndir. Xeyrün nası yənfəün nasudur. Bu səbəbdən bu risaleyi türki dilinə tərcümə etdim və bir necə nəsayih daxil bu məsələyə münasib. Bu şeylər ki yazıbdır. Nədən isə bu sı tazaşdan üstünə dəndəli ayrı bir sı yazıb ehtimalən. Münasib bu risalənin axirində yazdım. Fəvaid artıq olsun deyə sual əvvəl. Məlik Adil Eydür. Birinci sual budur ehtimalən. Buradan başlayır. Amma bu sualı məmulən qırmızı yazır. Burada qərə yazıb da ayırmır. Sual əvvəl. Məlik Adil Eydür. Allah-u Teala Həzrətindən Əzzə və Cəl nə nəsnə dikim ki, nə nəsnə diləyim ki, ta məzmu-i diləcim iyi olə.
Cəvləb xocə, bu nə demək? Cəvləb xocə edir. Cəvləb nə deməkdir? İndi cəlibdir. Diqqət buyursanız, burada Ənuşirvan Allahdan danışır. O halda ki, Allah İslamın şeyidir. Həzrət Məhəmmədin qavramıdır. Yaratdığı bir söz İslamındır. Və əgər bu adam Həzrət Məhəmməd doğulanda şahlıq edirsə, Həzrət Məhəmmədin 40 yaşı olanda onun çoxdan da ölməsi gərəkir. Allahdan xəbəri olmaz. Özəlliklə ki, Məcusilər dinində Allah yoxdur. Bir ayrı bir şey var. Bizə dedikləri müxtəlif bir şeylər var. Bu risalənin axiri, tamam, oranı oxumuşduq. İndi sual edir ki, əvvəl Məlik-i Adil Eydər Allah-u Teala Həzrətindən Əzzə və Cəllə, diqqət buyursanız Allah-u Teala Həzrətindən Əzzə və Cəllə, bunların hamısı İslam sözüdür. Yəni İslam deməyək, müsəlmanların sözüdür, hətta İslamın sözü deyil. Nə nəsnə diləyim ki, ta məcmui diləkim iyi ola. Cavab-ı xocə, cavab olacaq o. Cavab-ı xocə eydür dedi. 3 nəsnə dilə. Birisi sağlıq, ikincisi baylıq, üçüncüsü əminlik. Sağlıq, baylıq, ağalıq, böyüklük və üçüncüsü əminlik. Baylıq nə deməkdir? Görək, acaba baylığı bizə baylıq. Baylıq sözündən gələcək, bəy sözündən mən görürəm. Amma baxaq görək. Baylıq kimi deyil, daha çox bədayi. İstir bu bizi elə o səhvədən yapışıbdır. Bu kitaba belə bir şey də verəndə görürsünüz, çıxa bilmir eşeği. Yəni bu şeyin belə bir adəti də var. Sizdən baylıq sözünün anlamını sordum. Üzür diləyirəm, diqqətdən yayınıb. Mətndəki o sətirlərə bir daha diqqətlə baxdıqda o səhifədə belə bir söz yoxdur. Mən başqa səhifələrlə məşğulam. Haqlısınız, üzr istəyirəm. Mən o səhifədəki müşabih sözlərə balıq, bəliğ əsaslanaraq təxmin vurdum. Sizin başqa səhifələrdə qarşılaşdığınız baylıq sözünə gəldikdə bu kəlmə qədim klasik türkcədə bir neçə önəmli məna daşıyır. Zənginlik və dövlətlilik. Wealth ingiliscə. Ən məşhur mənasıdır. Hikmət və əxlaq mətnlərində ümumiyyətlə əql balığı və ya qənaət balığı bəlağa şəklindən istir burada gətirsin. Yəni buluq da bundan gəlir istir desin. Kimi mənəvi zənginlikləri ifadə etmək üçün işlənir. Böyük və ululuq. Qədim türkcədə bay kəlməsi təkcə pullu demək deyil. Eyni zamanda ulu, böyük, şərif mənasına da gəlirdi. Baylıq da bu məqam və şərəfi göstərir. Məqamdır yəni. Tanrının sifəti. Klasik mətnlərdə Tanrı üçün bay, kimsəyə ehtiyacı olmayan zəngin sifəti işlənir. Əcəb, bilmirdim, cəlibdir. Bu kontekstdə baylıq Tanrının heç kəsə ehtiyacı olmamasını ifadə edər. Cümərdilik. Gahdan da
əli açıqlıq və cömərdlik mənasına keçər. Tamam. Pəs dedi ki, cavabında dedi ki, 3 nəsnə dilə. Birisi sağlıq, ikincisi baylıq, üçüncü əminlik. Malik adil edər. Malik adil edər. Əmin kimə ola? Əmin kimə ola? Kimdən yəni əmin ola? Ya kim əmin ola? Əmin kimə ola? Xavca eydür. Eydür, eydər yazmış. Eydür deyir. Yəni deyir. Hal sifəti ilə mənə gəldi. Şul düstə kim? Şul düstə kim? Anun riyası olmaya. Əhl-i həsəd olmaya. O dosta ki, riyası olmasın, əhl-i həsəd də olmasın. Zalid. Məlik adil. Məlik adil eydər. Tən dürüstlücün, orada dedi sağlıq ha. İndi bunu istir türkçə yazsın. Gör. Tən dürüstlücün kimdən istəyim? Xavca eydür. Şul mevcudidən mə'lul dəcüldür. Şul mevcudidən mə'lul dəcüldür. Yəni Allahlə sani əşyadır. Yəni Allah ki, bu ki çox gözəl yazır. Yəni çox əcib bir formada ki yazır. Allah ki sani əşyadır. Malik yəni kimlə istəyim sağlıqdır? Allah ki sani əşyadır. Əcəba sağlığı əşya bilir, ona görə yazır. Məlik adil eydür. Baylığı kimdən istəyim? Böyüklüğü, bəyliği kimdən istəyim? Bəyin özünün bizdə türkçədə mənası var. Yəni türkçə bir Allah mənə fərqli gəldi. Bəy yəni mütəşəxxis toplumda hər cəhətdən mütəşəxxis, ağılda mütəşəxxis, pulda mütəşəxxis, düşüncədə mütəşəxxis, savaşda, hər şeydə bir üstün bir adam. Üstün adam desək daha yaxşıdır. Məlik adil edər baylığı kimdən istəyim? Bəyliği kimdən istəyim? Xavca eydər. İndi burada orada eydür yazmışdı. Burada eydür. DR ilə yazmış, üstə vavla yazmışdı. Ol qənidən ki, həqiqidir. Bəyliği kimləsən? Burada bəyliği varlılıq işlədir. Varlılıq deyir. Ol qənidən ki, həqiqidir. Yəni Allahdan sual-i Məlik adil eydər. Sual. Məlik adil eydür. Kim qeyqi nəsnədir ki, kim qəngi nəsnədir ki, bana yaraşıq və layiq ola. Kim qəngi nəsnədir ki, bana yaraşıq və layiq ola. Yaraşa mənə. Hər adama bir şey yaraşar. Yaraşmayan şey. Bəzi adamları mən görürəm, doğrudan gülmağım gəlir. Allah gözəl insana yaraşıqlı, yəni insana yaraşan əzalar veribdir. Amma bəzilər gediblər, bunu kəsdiriblər, yekəldiblər, ya kiçildiblər, yaraşmır üzə, o bədənə. Yaraşıq layiq ola. Cavab-ı xacə eydir. Hünər, əgər nəmək və mal qaranmaq dostluğlu, burada çox bir-birinə qarışıq yazıbdır. Bilinmir ki, hansısı hansısınındır. Eydər, əgər nəmək və mal qaranmaq dost kökülü sərfəqləmək ya sərsəqləmək, sarsaq sözü bəlkə işlənir. Amma burada dedim ki, oxuya bilmirəm, çünki kəlmələr çox bir-birinin içinə geçibdir. Əgər əyrənmək də ola bilər, əgər nəmək olmaz, əyrənmək, örgənmək mənasında.
Pəs beləsi oldu. Dedi ki, qənqi nəsnədir ki, bana yaraşıq və layiq ola. O nəsnə, o şey nədir ki, mənə yaraşa? Cavab Xacə edər, hünər öyrənmək olacaq. Hünər öyrənmək və mal qazanmaq, dost göklü sərsəqləmək. Bu sərsəqləmək, sır saxlamaq. Dost gönlü sır saxlamaq. 3 dana, 4 dana dedi. O şey ki, qazanım nədir mənə layiq? 1. Hünər öyrənməz. 2. Mal qazanmaq. 3. Dost gönlü qazanmaq. 4. Sır saxlamaq. Calibdir. Bu mənə çox calib gəldi. Sual. Buradan bu isə dəyişdi. Buradan sualları qərə yazmışdı. Çox da oxumur. İndi buradan deyir ki, suali Məliki Adil Eydir. İndi burada bunu qırmızı yazdı. Çün bir dostudan ayrılıq hasil olsa, ondan muradlə kəsmək gərək. Çün bir dostdan ayrılıq hasil olsa, bunların üst yazı, yəni o səslərin qırmızı ilə qoyubdur. Fəqət 3-4 dənə kəlmənin, çox yox. Bir dostdan ayrılıq hasil olsa, ondan murad ilə kəsmək gərək. Muradı ondan kəsmək lazımdır. Cavab Xacə eydir. 3 nəsnə ilə kəsmək olur. Birisi yanına az varmaq. Əgər yanına az gəlirsə, onda dostluğu kəs. Yəni, nə şəraitdə dostluğu kəsək? Xacə Eydər 3 nəsnə ilə kəsmək olur. Birisi yanına az varmaq. İkinci, hasili söz baxmaq. Nə mənə? Hasilsüz bəmək. Hasil ehtimalən süz buna hasilsiz beləsi olacaqdır. Hasilsüz məmək. Baş tapmadım nədir? Oxuya bilmirəm bunu. Bəmək olacaqdır. Ya mən istədim demək olsun, amma demək deyil. Məmək kimi bir şey görsənir. Nə deməkdir bilmədim. Üçüncü, hər vaxt ki gün görəsən, ondan nəsnə təvəqqü etmək. Ha. Bəs 3 nəsnə ilə kəsmək olur. Birisi yanına az varmaq. İkinci, hasilsüz, hasil sözmək, hasil sürünmək. Bəlkə belə bir şey olacaqdır. Baş tapıram nədir? Üçüncü, hər vaxt ki görəsən, rəsəni kəlmənin göklə sənin arasında üstə yazıbdır. Ona görə hər vaxt ki görəsən, ondan nəsnə təvəqqü etmək. Hər zaman ki dostu görsə, o dostdan bir şey istəyir hər halda. Təvəqqüü var ki, bir şey versin ona. Yəni tamahçı bir dost. Bəs 3 sualı, amma ikincisini bilmədim nə idi. Sual. Məliki Adil Eydir. Heç bir nəsnə var mıdır ki, candan əziz ola? Əl-cavab. Xacə Eydər 3 nəsnədir ki, Adəmin canı anı ilə müşərrəfdir. Birisi din saxlamaq. Birisi din saxlamaqdır. Dinin üçün adam canını verər. İkincisi kəbnən vaxtində müharibə etməkdir. Nə mənədir? Calibdir, bunu oxumur. Kəlbən, gələn. Ehtimalən gələn vaxtında, ya kəbnən vaxtında bu söz nə deməkdir?
Üst qabaqcında belə bir şey yazmışdı, amma Kəbnən vaxtında müharibə etməkdir. Üçüncüsü rəhmətdən qurtulmaqdır. Zəhmətdən qurtulmaqdır. Üç yerdə bəs şey olar. Bir və hər halda bu ikincisi ehtimalən gəlinən də ola bilər. Gəlinən vaxtda ya beləsi bir şey, ya gəbnən vaxtda müharibə etməkdir. Üçüncüsü zəhmətdən qurtulmaqdır. Əlbəttə mən bunu üçüncüsü zəhməti biraz şey eləmirəm, amma görüm kəlbəndən 2 dənə nunu var. Nə deməkdir? Görüm bunu bilir nədir? Sizin oxuduğunuz o söz böyük ehtimalla kəlbindən və ya qəlbindən kimi oxunan bir istilahdır. Klassik mətnlərdə və xüsusən əlyazmalarda bu kəlmə bir neçə məna verə bilir. Kalbüd qalıb. Əgər mətn insan yaradıcı deyil, gülbənd, bəzi təsəvvüfi və ədəbi mətnlərdə gülbənd güya gül bağlamı sözü geçir. Lakin o da deyil. Lakin bu sizin baxdığınız zəfərnamə kimi ciddi həkimət mətnlərində daha az rast gələn bir kəlmədir. Gülbanc, əgər sözünün sonu nun ilə deyil, caf ilə, kafi farsi ilə bitirsə bu gülbancdır. O da deyil. Kəlmədən, gəlinmədən, cahdan, katiblərdən sürətli yazılsında kəlmədən sözü gülbədən kimi də görünə bilir. Tamam, beləsi bir şey. Mən də bilmədim, bu da bilmədi nədir? Kəlbünən vaxtında müharibə etməkdir. Üçüncüsü zəhmətdən qurtulmaqdır. Sual, Məlik Adil Eydər kişinin, indi burada görürük ki, bu çı da buna tay yazılıbdır. Pəs düzdür. Kəbnən nə deməkdir? Görürüm. Kəbnən. Kəbnün. Üzür diləyirəm. Kəlməni düzgün oxuyub doğru anlamı tapmaq üçün bir az daha diqqət etdim. Sizin buyurduğunuz kəbnən ya da mətndə gördüyünüz kimi kəbnən kəlməsi bu tip əski türkcə və ya keçid dövrü mətnlərdə böyük ehtimalla bu iki mənadan ibarətdir. Kəbin bir paltar ya da örtük adı. Gübündən, kəbindən. Əgər, yox, belə bir şey deyil. Kəbin, bu da deyil. Namus mərhələsində bəlkə o mənada işlənibdir, kəbinlə. Məsələn, bu 2 dənə nun düşübdür, amma bəlkə kəbin anlamına gəlir. O da vaxtində olmaz, kəbin vaxtında olmaz. Bu nədir? Müharibə etməkdir. Üçüncü falan. Sual, Məlik Adil Eydər kişinin ömründən zayi keçən qəngi saatdir. Xavcı cavab, qəngi yəni hangi saat zayi edir insan ömründən? Cavabı Xavcı Eydər 3 saatdir. Birisi oldur ki, iylük əlindən gələ etməyəsən. Əlindən iylik gəlmək imkanı var, amma iylik eləməyəsən, yaxçılıq eləməyəsən. İkincisi, Allah-u Teala'ya anməkdən qafil olasın. Anmaq, yəni xatırlamaq Allahı. Üçüncü, kəndi rahatlığın tələb etməyəsən. Öz rahatlığı da istəməyəsən. Burada bir kəlmə yazmışmış, onda silibdir, üstünə xət çəkibdir ki, yəni yoxdur. Suali Məlik Adil Eydər, tədbiri kimdən sorayım? Əl-cavab Xavcə Eydər, şul kişidən kim 3 nəsnə ondan bulunə. Əvvəl artı din. Əvvəl artı din. Artı ya da arı din. Xalis dini olan adamdan, artı da ya da çox dinli adamdan.
Anden bulunə. Əvvəl artı din. İkinci, iyüləri sevmək. O adamdan ki, yaxçılıqları sevir. Sevmək yazıb, sevmək də yazmır. Sevmək. Üçüncü, aqil və zahid ola. Ağıllı və zahid ola. Sual Məlik Adil Eydər kim ilə, necə nəsnə ilə tamam olur? Kim ilin necə nəsnə ilə tamam olur? Burada cavab veribdi, birisi yazıb, amma nədən isə orada bu birisini xət çəkib üstünə. Çünki cavabı sonra yazıb. Yazıb əl-cavab. Xacə Eydər 3 nəsnə ilə. Bu birisi ki yazmışdı, bu bunu görsədi. Kitab 2 yerdə buracan bu səhifədə əlbəttə görürük ki, xət çəkibdi yazının üstünə. Yəni qələtdir. Oxunmayacaq. Bilirik ki, bu əlyazma, birinci əlyazma ola bilər. Tamam olur. Əl-cavab. Xacə Eydər 3 nəsnə ilə tamam olur. Birisi təvazu sözündən təvəzzüdür ki, təvəqqü üçün olmaya. İkinci, səxavətdir ki, minnət söz ola. Minnətsiz ola. Üçüncü, xidmət yazıbdır. Üçüncü, xidmət ki, əvəzi tələb etməyə. Bir xidmət ki, ona tələb şey olamıyor. Sual, bir dənə də xoca yazıbdır. Xocanı qərəliyibdir. Qırmızı ilə onda yazmışmı? Qərə ilə, qərə müdətlə, qərə mürəkkəblə onu qərəliyibdir. Yazıb ki, sual. Məlik Adil Eydir ki, Məlik Adil Eydir ki, iyilik neçə dürlü cəmaətə etmək gərək. Kimlərə iyilik, yaxçılıq eləməlidir? Bu çox mühümdür. Burası çox mühümdür. Əl-cavab Xacə Eydər 3 cəmaətə. Əvvəl əhli elmə. İkinci, əhli pak kişilərə. Əsli pak kişilərə. Üçüncü, şəfəqətli qovmə. Əl-cavab Xacə Eydər. Burada şey olubdur. Çırıxıbdır əslən kollən. Çünki Xacə cavabını dedi, yenə də cavab yazır. Xacə, burada bir sual düşübdür. Yəni yadından çıxıb ki, sualı yazsın. Əl-cavab Xacə Eydər 3 dürlü taifə etməmək gərək. Burada bir sual soruşur, kimi də dost tutmamalısan ya şey eləməməlisən, məsələn nə deyək, iyilik etməməlisən, yaxçılıq etməməlisən. Xacə Eydər 3 dürlü taifəyə etməmək gərəkdir. Əvvəl əbləhlərə. İkincisi, dili yavuz kişilərə. Dili zalim, çox rük adamlar da deməsək, necür deyək, onlara. Üçüncü, qəmmazlərə. Qəmmaz mən özüm bilmirəm nədir. Yəni, qoy bir qəmmazı yazaq şörək, nə mədir? Qəmmaz. Qəmmaz bizdə çox bu şey gəlir də, yəni yel ilə əsən adamlar. Beləsi görsənir. Amma görək nədir? Mətnində keçən qəmmaz kəlməsi klasik ədəbiyyatda və əxlaq kitablarında çox önəmli və müşəxəs bir mənaya malikdir. Ərəbcə rişəli olan bu sözün əsli mənası söz gətirən, apar edən bəs nə deyək türkçəyə? Yəni, qutabçı, adı qutabçıdır ya da ixbirçi. İxbirçi ya da qutabçı, calibdir, bunu bilmirdim. Qutabçı ya da söz gətirib aparan türkçə qutabçı ya da ixbirçi. Qəmmaz kəlməsinin bu mətnindəki mənaları. Qutabçı və söz daşıyan. Söz daşıyan biz çox işlədik, amma qutabçı gözəl sözdür.
Əxlaqi mətnlərdə qəmmaz iki nəfərin arasını vurmaq üçün birindən eşitdiyi sözü o birinə yetirən şəxsə deyilir. Buzərcimehrin nəsihətlərində ümumiyyətlə qəmmazdan uzaq durmaq və ona sir verməmək tapşırılır. İxbərçi və casus siyasi ya da hökuməti mətnlərdə zəfərnamə kimi saray içindəki gizli sözləri başqalarına çatdıran və ya insanları çuğullayan şəxslər üçün işlənir. İşarə edən məcazi mənada ədəbiyyatda gahdan göz ilə gizli işarə edən, qəmmaz, qəmzə edən mənasında da işlənir. Lakin sizin baxdığınız ötürü tamam, buradan keçək. Qəmmaz sözü çox ədəbiyyatda, fars ədəbiyyatında gözü ilə işarə eləyən anlamına gəlir. Məsələn, 2 nəfər bir-biri ilə danışır ya 3-4 nəfər bir yerdədir. Hey, məsələn, biri gözü ilə, nəinki qaşı ilə yox, mən indi qaşımı nə eləyəm, o gözü ilə. Hər halda beləsi bir şey. 3-cü, sual. Məlik Adil Eydər, ululuq kimə gərəkdir? Sərvərlik kimə yaraşır? Ululuq kimə gərəkdir? Sərvərlik kimə yaraşır? Cavabı Xacə Eydər ki, iki kişiyə yaraşır. Ululuq o kişiyə yaraşır ki, iyi Yavuzdan fərq eləyə. İyi Yavuzdan fərq eləyə. İndi Yavuzu bir də yazarıq burada. Yaxçını pisdən ayırda. İyi Yavuzdan fərq eləyə. Və sərvərlik o kişiyə yaraşır ki, işin bilir. İşin asışın ehtimalən nə mənə bu ola bilər? İşin asışın bilir. Kişilərə ismərliyə. İşin asış bilir, nədir? Kişilərə ismərliyə. Baş tapmadım, burada o kəlməni oxuya bilmirəm. Nə olacaqdır? Sərvərlik o kişiyə yaraşır ki, işin asış bilir. Şu. Kişilərə ismərliyə. Bilmədim bu nə deməkdir. Yavuz sözünə baxaq, bir də bu Yavuzu bir dəfə oxumuşuq, amma Yavuz hətta vavı 2 dənə yazaq, çünki bu çox yerdə cür yazılır. Yavuz nə deməkdir? Əlyazmalıda və kilaslı məşqlərdə Yavuz kəlməsi bugünkü türkcədəki mənasından bir az fərqli və daha geniş bir anlama malikdir. Sizin baxdığınız həkimanə mətnlərdə bu kəlmə böyük ehtimalla bu iki mənadan biri ilə işlənib. Sırt, körkəmli və heybətli. Ən məşhur mənasıdır. Bir padişah ya da əmir üçün işləndikdə onun düşmənə qarşı amansız, cəsur və sözü kəskin biri olduğunu bəyan edər. Yavuz Sultan Səlim. Burada da yazıb Sultan Səlim Yavuz kimi. Pis, yaman və kötü. Qədim türkcə mətnlərdə, xüsusən Osmanlının ilkin dövrlərinə aid tərcümələrdə Yavuz sözü çox vaxt pis mənasında işlənilirdi. Məsələn, Yavuz kişi, pis xislətləri olan adam. Yavuz iş, bəd əməl. Çad, əxbətli iş. Bu cəlib sözdür. Bu çad, əxbətli nə deməkdir? Mən bunu heç eşitməmişəm ömrümdə. Bunu mən, o Yavuzdan mənə çox mühüm oldu bu söz. Çad, əxbətli. Çad ehtimalən çat sözündən gələ, bilmirəm.
Axbətli də ehtimal bəxt sözündən bəlkə. Üzr diləyirəm, o cümlədə yazdığım çad kəlməsi bir yazı xətası idi. Taypu. Düzgünü bəd aqibətli. Tamam. Tamam. Amma çad sözü türkcədə varmı? Görək ki, belə bir söz desəm vardır, axbətli. Xeyr, əslində türkcədə çad axbətli deyə bir ibarət yoxdur. Mən öncəki cavabımda yazdığım o kəlmə tamamilə bir qələm xətasıdır. Tamam. Sual. Məliki Adil Eydər. Həzər kimdən gərək? Kimdən uzaq durmalıyıq? Cavab, Xoca Eydər iki kişidən biri iki kişidən, biri Qucidən, biri iki yüzlüdən. Quci bilmirəm nə deməkdir. Biri Qucidən, biri iki yüzlüdən. Ki sənin müsahibin ola. Tamam, bu Quci nə deməkdir? Qoca sözüdür, amma o qoca sözündən gəlmir bu. Quci. Ərizmədə xüsusən bu tip qədimi türkçə nüsxələrdə Quci, qoca kəlməsi iki əsas mənada keçirir. Qoca, bu deyil, yaş baxımından, məqam baxımından. Qocaq, bu da güc, o da deyil. Qoçaq da deyil. Quci. Quci, kuc, qüvvət. Bəzi dialektlərdə və ya qədimi kitabların yazısında güc kəlməsi quci kimi oxuna bilir. Yox, bu da deyil. Biri Qucidən, biri iki yüzlüdən. Ehtimalən bu Quci mən oxuram, amma ola bilər ki, məsələn, bu başqa bir şey, cürdə oxunsun. Qıbcidən məsələn. Yəni, məsələn, bu deyək ki, Qıbci olsun olar, Qıbci. Qıbci nə də olar onda. Qubci də ola bilər. Əlyazmı bu səhifədə Qubci kəlməsi görürsünüzsə, bu Klasik Osmanlı və Türk Dövlət Təşkilatı ilə bağlı çox önəmli bir termindir. Qubci qapıçı deməkdir. Siyasi məmur nəsihətnamələrdə. Əgər zəfərnamədə bu kəlmə keçirsə, böyük ehtimalla padişahın qapısında duran, yox, bu da deyil. Qapıçı deyil, mən də dedim, bəlkə qapıçı ola bilər, amma o deyil. Biri Qucidən, ya hər halda. Bu məliklərdən, sual cavablardan biraz geçək, gedək bir o şeylərə. O yerdə ki, əlbəttə burada da görürsünüz, tərif edir də. Yəni, bu vaqiyyət budur ki, tərif edir. Burada gəlir, burada bir yerə yetişir ki, bunlar oxunmur, mütəəssifanə, çox heyif ilə. Kitabın burada içinə şey düşübdür. Yağ tökülübdür, nəft tökülüb ehtimalən. Buradan bu yüzden amma önəmli sözlərə keçir. Yəni, İslam dinində olan önəmli ərəbcə sözlərin açıqlamasına keçir. Söhbət eyləmək və gölcək qoxulər. Tənafülür can kim qul nəmazə durub əlin yuqarı qaldırsa
əlin yuqarı qaldırsa, Allahu Əkbər desə, mənisi öyle deməkdir ki, kim ey Tanrı, əgər mən məsiyət dəryasına düşdümsə, sən çıxar qıl deməkdir. Sən çıxar qıl deməkdir. Ondan namaza başlar, eydər əuzu sığındım billahi. Əuzu billahi sığındım billahi Tanrıya. Ondan xaliq eydər, ey kulum, kimdən qorqarsın edər. Mən min şeytan rəcim ol sürülmüş şeytandan və dahi divlərdən onda başlar. Bismillah başladım Tanrı adıyla Er-Rahman, kim mehribandır, Er-Rahim, kim əsirgəyicidir və ya bağışlayıcıdır və ondan qol eydər. Elhamdülillah. Yəni namazı burada içində onları məni edir. Çox gözəl. Mən sevdim bunu, amma heyf ki, bunun bir qismətlərini oxuya bilmirəm. Oxuya bilsəydim. Yəni o şey qutardı. Sualı Məlikə Adil, axir sualı budur ehtimalən. Fərasət, yəni aqil hər işdə xərc etmək nəyə gərəkdir? Cavabı Xacə eydər, fərasət şunun üçün gərəkdir ki, kişi əhli beytini biganələrdən saxlamaq üçün və amma ana haqqın xeyri ilə ödəmək üçün və axirət azığını qazanmaq üçün və düşməni dost eyləmək üçün. Sual-ı Məlikə Adil devam edir. Çox gözəl söz. Düşməni dost eləmək özü çox önəmli bir şeydir. Amma burada geçir o şeydən qutarır, geçir. Yəni buradan kitabın 9-cu səhifəsi, yox 16 səhifəsi, 15 səhifəsi. 15 səhifəsi bu şeyə Məlikə Adilə nisbət verdiyi qonuya təxsis olubdur, bağlanıbdır. Qalanı keçir müsəlmançılığın ya Türk müsəlmanın düşüncələri üzərinə. İndi bunu Allahu Əkbər gəldik, Bismillahı gəldik, Elhamdülillah, yəni şükür ol Tənriyə xaliq idir, ya qulum qəngi Tənriyə, ya qavlum qəngi Tənriyə şükür qılırsın, qul eydir. Rabbül aləmin, ol aləmləri yaradıb və rizqin verib bəsliyənə şükür qılırın der. Yenə burada bir kəlmə yazıbdır, onu üstünə xət çəkibdir. Xaliq eydər, qol eydər deyər. Ar-Rahmanir-Rahim, rəhmət qıl və daxi rəhmət qıllı ehtimalən. Rəhmət qıl və daxi bağışladır. Xaliq edər qanda. Rəhmət qılayın və faidə bağışlayan bir qul edər. Maliki Yevmiddin, bir qul edər, yəni bir qul deyər. Ol cəza ehsan günündə kim? Maliki Yevmiddin, ol cəza ehsan günündə kim qazi olsun, onda rəhmət qıl və onda uçmaq bağışla bənə qul eydər. İyyâke nə'budu, sənə taparuz. Taparuz dəstəli teynə. Və iyyâke nəstəin, daxi səndən yardım diləriz. Xaliq eydir, nə yardım dilərsin. Qul eydər, ehdinəs sıratal müstəqim. Ol gündə bizi doğru yola salasın. Sıratellezine,
ol kişilər yoluna ki, kim en'amte aleyhim nimetini bunların üzerine artırdın gayril mağzubi aleyhim kılma bizi ol haşmini tutulmuştu kişilerden ve zalin gelin ol azgınlardan kul denlü ve zalin denlü de dökülüz ol azgınlardan kul eyler amin. Her halda burada namazdır. Ondan sonra gəlir yəni Həmd surəsini tərcümə elədi. Amin sözündə gətirdi. Xaliq eylər olsun ey qulum der. Bilinə kim bir Fatihə oxumaqla Xaliq ilə bir qədər gəlici qılırsın. Bir dünya bəyi səninlə bir gəlici qalsa, hər halda burada dedim bu səfələr oxunmur. Mən istirdim ki, biraz oxuymağa çalışım. Məhəmmədə Fatihə surəsi hikayət. Qəsri Rumi qatındayı yazdılar. Bu da belə. Əli Kərrəməllah kim idi bu? Əli Kərrəməllah və Çəhu etdi. Bu da ki, getdi beləsi bir şey. Biraz gedək. Yenə də surəni tazaşdan bir məni eləyibdi. Buradan da geçək. Yenə də bir ayrısından məni eləyibdi. Bu surəni 2-3 dəfə məni eləyibdi müxtəlif adamların dilindən. Və mən yetəvəkkil alallah və huvə həsbuhu və 5-ci şükr qalını dust edəndir. Nemət artığın ana verdi. Nitekim Kur'an buyurur. La in şekertum sümme le'azidennekum. Siz şükür edersiniz, mən də izafəl edərəm. İndi görək ki, o və ləqəd ateynəkə sab'ən minəl məsani vəl Qur'anil əzim. Bu da beləsi bir şeydir. Kitabın xətti çox cəlibdir, amma mən bu kitabın haqqında indi bir ən başda sənə bu kitabdan bir şəkil göndərdim. Onun əlyazması, xətti, tarixi və haqda hangi bilgiləri toplayabilirsin. Görək ki, hangi bilgiləri toplayabilir. Əsərin gördüyünüz şəkil əsasında bu əlyazma nüsxəsi haqqında toplaya bildiyim texniki və tarixi bilgilər bunlardır. Əsərin kimliyi və məzmunu. Adı Kitab-ı Zəfərnamə. Mövzu bu əsər Sasani padişahı Ənuşirvan Adil ilə vəzir Buzərcimehr arasında keçən sual-cavab şəklində yazılmış bir nəsihətnamədir. Mirror for Prince. Ayna, prens üçün bir ayna. Dil, mətn Osmanlı türkçəsidir. Lakin mətnin özündə qeyd olunur ki, bu əsər əslində farscadan və ya Pəhləvi dilindən türkçəyə tərcümə edilib. Məncə doğru deyil. Yəni o kitabı fəqət istəyir mühüm görsətsin, onun üçün yazıbdır. Xətt növu və özəllikləri. Xətt bu yazı nəsx. Nəsx xətti belə yazılmış bəs. Ya da nəsxdir, bəli, nəsx. Xəttinin tanınmış bir nümunəsidir. Lakin katibin uslubunda rəqiyyə ya da rika elementləri də görünür. Yəni burada rikalığı da qoyub ora. Nə mənədir? Rəqiyyə. Bu cür xətn ümumiyyətlə elmi və ədəbi mətnlərin
sürətli köçürülməsində istifadə olunur. Acəb. Mən deyirdim bəlkə də burada zəhmət daha çox çəkibdi ki, bunu beləsi yazsın, amma deyir yox. Şolatlaması beləymiş. Başlıq. Kitab-ı Zəfərnamə başlığı daha əri və süls xəttinə yaxın bir forma ilə yazılıb ki, cəlibdir, o Zəfərnamə kəlməsi fərqli yazılıb, qırmızı ilə də üzrə. Əcəb qırmızı ilə deyən nə ilə? Bəli, qırmızı ilə fərqli deyir yazılıbdır, doğru da deyir yəni. Bu cür xətt ümumiyyətlə tamam onu oxumuşduq. Başlıq, Kitab-ı Zəfərnamə başlığı daha əri və süls xəttinə yaxın bir forma ilə yazılıb ki, oxucunun diqqətini çəksin. Düzən, sətirlərin arası açıqdır və mətin olduqca səlis yazılıb. Bu da nüsxənin oxunmaq və öyrənmək üçün hazırlandığını göstərir. Tarix və kökən təxmini. Dövr, kağızın rəngi, mürəkkəbin vəziyyəti və dil xüsusiyyətləri bu nüsxənin 18-ci yüzilin sonları və ya 19-cu yüzilin əvvəllərinə aid olduğunu göstərir. Bu doğru deyil, çünki biz oxuduq, bu 1050-də yazılıbdır. Yəni, bu nüsxə 1050-də yazılıbdır. Bu kitab bəlkə ondan daha qabaq yazılıb, amma bu nüsxə ki, biz bundan oxuduq, özü təlif dedi, təlif sözünü işlətdi, katib sözünü işlətdi, yəni ki, yazan deyil, yəni nasix nüsxəçidir. Onun üçün bu mütləqa qələt yazıbdır, təxmin edibdir. Kağız əla növ əl yapımı aharlı kağaza oxşar. Zamanla saralıb və kənarları köhnəlib. Katib və məkan. Mətnidə Xorasan əmiri Əli ibn Səncər adı geçsə də bu göndərmə əsərin tərcümə tarixinə aiddir. Nüsxənin özü böyük ehtimalla Osmanlı coğrafiyasında Anadolu və ya İstanbul ətrafında köçürülüb. Fiziki vəziyyəti. Səfhə nömrəsi sol səhifənin yuxarı küncündə 2 rəqəmi görünür. Bu da nüsxənin köçürülmə sırasının bir hissəsidir. Zərərlər. Sol səhifənin aşağı küncündə böyük bir qara ləkə, böyük ehtimalla mürəkkəb tökülməsi və ya su dəyməsi nəticəsində yaranan keyf var ki, mətnin bir hissəsini örtüb. Dil və istilahat düzəlişləri. Mətnində klasik Osmanlı türkcəsinin bütün əlamətləri var. Oldu, qılıb, bildirir kimi kəlmələr əsərin sadalaşdırılmış amma ustadanə bir dillə yazıldığı sübut edilir. Sizin araşdırdığınız o biri səhifələrdə katib adı müstənsəx və ya köçürmə tarixi fərağət xətti qeyd olunurmu? Əgər varsa o hissənin şəklini göndərsəniz, nüsxənin dəqiq yaşını və harada yazıldığını tapmaq olar. Bilirəm, mən də özüm onu oxudum, tapdım. Tamam. İndi bu kitabı hər halda biraz buradan oxuduq. Gedək bunun o qismətlərinə ki, biraz İslam haqqında çalışır. İslam sözlərin aydınlasın, amma bir müsəlman. Burada fiilən bir Quran ayələrin görürük. Fəli fis semavati və lərz və ixtilafil vənni və nəhar, leyli və nəhar. Bunları kəlmət kəmislihi şeyin və huvəs səmiyyul bəsir. Burada bir Quranın ehtimalə bir surəni tərcümə edir, amma həl cəzaul ehsan illəl ehsan. Ehtimalən bu çox gözəl sözdür. Həl cəzaul ehsanı illəl ehsan. Aya yaxçılıqdan qeyri bir iş görmək olar? Bəli ki, insanlar görərlər bu işin təəssüfanə. Burada bir şey yazıbdır, buranı oxuyacağım. Çünki bir şeylər gördüm burada. Gözümə sataşdı, bilmirəm düz sataşdı ya. Dilək qəraşdə başın yüdi,
və dönün geydi. Başın türəndə gördü ki, birincisi ağarmışdı. Bir neçəsi ağarmışdı. Tamam, bura dərdimə dəymədi. Bəs getdi o tərəfə. Burada bir şey, indi gəldi ki, və ikinci babı mərifət babıdır. İndi bu birinci bab nə mənə idi, onu mən görmədim. Yəni qeydirəm dalıya ki, o birinci babı görüm ki, hardandır. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillah vəl cəti əmri iləllah. Əmir el-Müminin Ali əleyhissalam. Bismillah gəlində bismillah. Bunun arxasında gərək bir şey ola, bir yerə gələ ki, o birinci bab nədir? Burada da yoxdur. Buranı oxuduq. Amma bura o qismətdir ki, şeydir, yəni nə deyərlər? Oxumaq olmur, oradır. Bəli, burada bu sual-cavablar bitir. Oradan gəlmişdik, sual-cavab bitir. Burada hətmən burada olacaqdı, amma bura o qədər yağdan, zaddan tökülüb kitabın üstünə ki, təəssüflə mənim halım yetişmir oxuyan. Bunu görəm ki, nə deməkdir. Amma hər halda ikinci babı buradan başlayır. Adı mərifətdir. Görək nədir? Babi bil kim Tənri Təala kimi kim toğri yola gətirmək diləsə, onun göylün həman gönlün kik eləyib ya nə mənədir? Kik eləyib nur ilə toldura İslam üçün və kim azdurmaq ilə diləsə, onun göylün tar eylədi. Nitəkim Qur'anda buyurur: "Fəmən yəriddullah ən" Burada indi yəhdiyehu yəşrəh sədrəhu lil-İslami və mən yəriddu ən yuzilləhu yəcəl sədrəhu zeyqən. Əlbəttə bu ayə çox cəlibdir. Bunu göstərir ki, bizim müsəlman olub olmamağımızda, nə cür olub olmamağımızda Allahın müstəqim əli var. Yəni Allahdır ki, bizi kafir eləyir, münafiq eləyir. Və çünki burada ayədə deyir ki, fəmən yəridullah. Əcəba bu ayələr hər halda keçək. Burada mərifət haqqında danışır ki, mərifət nədir? Məncə çox önəmli bəhslər olacaq. Üçüncü bab məhəbbət babıdır. Məhəbbət nə deməkdir? Mən bu məhəbbəti baxım. Əlbəttə ki, mərifətin də bir mənasını gətirsəydi nədir? Yaxşı olardı. Hidayət-ü Ammə oldur ki, bunu hardan gəldi burada dedi, bilmədim. Hidayət-i Ammə oldur ki, kişi dünyadan ölən əlin çəkər və axirət əsbabını rəğbət eyləyib və ölüm gəlmədin yaraq eylər və Peyğəmbər əleyhissalam etdi. Əgər sən tənridə gerçək qurqan deyiniz, savaş nəməndə tamam. Bunları biraz zor oldu. Hər halda burada məsələn bir məhəbbət haqqında istəyir danışsın. Məhəbbət nədir? Bilinət kim Tənri Təalayı hər kim cərkəlkiş müsəmməsilə ilə Tənri Təala ani heç şübhə yoxdur ki, səvər nitəkim Qur'an buyurur, yuhibbunəhum və yuhibbunəh dedi, rivayət qıldılar kim? Ənis ibn Malik rəziyallahu anh Peyğəmbərdən sallallahu aleyhi və səlləm etdi. Hər kim üç nəsnə olsa, ol kişi imanda din bulsa, iman dadın bulmuşdur. İman dadın bülmüşdür. Dad burada ləzzət mənasındadır. Əvvəl oldur ki, Allah Təbarək və Təalanın sevgisi və məhəbbət və Rəsulun sevgisini və məhəbbət
yanında döküldə, artıq olə. Davam edək. Hər halda bu kitabı dünən də baxmışdıq. Məncə çox cəlib bir kitabdır və bu günlərdə əlbəttə buna da çox vaxt qoyduq. Yenə də bir bunun o bablarının 4-cü bab sünnət və cəmaət nə deməkdir onun haqqında danışır. Dedim burada çox ciddi mənaları əslində danışır bu kitab. Məncə də ciddidir. Məhəbbət nədir onu danışacaq. 5-ci namaz babında danışır. Bu da namaz haqqında olacaqdır. Yenə də namazın anlamları bir türk nə tür baxır, o da mühümdür. 6-cı bab kibr babında. Kibr nə deməkdir? Onun haqqında danışacaqdır. Əxlaqi bir şeydir. Və burada ehtimalən bir və 7-ci bab elm istəmək babındadır. Yəni bu da çox cəmi idi. Bilinə ki, elmi istəmək və öyrənmək və öyrənmək cəmi müsəlmanlara və müsəlmanların öyrətinə fərzidir. Nitəkim Qur'an'da buyurur və taifətun yetefekkehu fi'd-din dedi və dəxi Resul Hazreti sallallahu aleyhi ve sellem buyurdu talebül ilmi külli müslimin və müslimətin. Əlbəttə bunun bir ayrı şeyi var, yadından çıxıb yazsın, biləsi deyil. Və Sifyandır, sual edib, burada bir şey yazıbdır və Sifyadır, sual etdilər ki, elm öyrənməkmi, bəkdür və taət qılmaqmi, bəkdür. Elm öyrənməkmi, bəkdür və taət qılmaqmi, bəkdür dedilər. Etdi, elm öyrənmək, bəkdür. Görürsünüz ki, burada bu hədis cəlibdir, mənə gözəl gəldi. Bilmirəm, bu da düzdür ya qələtdir, amma düzdür. Onun üçün elmsiz taət 30 nitəkim olmaz. Elmsiz taət olmaz. Nitəkim Haqqı Teala etdi. Ya Muhammed əllim ərtəqlığıbnə nə, bu türkcədir, ərəbcədir, baş tapmadım, buna nədir? Ərtəqlığın istekil və ayrıq nəsnə ərtəqlığın istəmə dəcil dedi. Ya Muhammed elm artıqlığın istəgil və ayrıq nəsnə artıqlığın istəmə. Pəs elmin artıqlığın istə, ya Muhammed elmin artıqlığın istəgil, ya istəgil, ya istənil və ayrıq nəsnə artıqlığın şey değişib, ləhcə değişibdir. Yəni düzdür bu kitabdır, amma bu kitabın əvvəli ilə burasına baxanda formlar değişir, feillərin zadın formu değişir. İstəgil və ayrıq nəsnə artıqlığın istəməgil dedi. Nitəkim Qur'anda buyurur və qul Rabbi zidni elmən dedi və dəxi bir ayət dedi kim? Həl yestəvillezine ya'lemun vellezine la yemun. Yəni elmi bilən ilə bilməyən birdir, deyildir dedi. Məlum oldu ki, elm görürsünüz. İndi burada cəlibdir. Yəni mən bu kitab bir türk yazıbdır. Bu qədər ciddi elm haqqında ayətlər gətirib, davamı var. Yəni bu neçə səhifə? 6 səhifə, 8 səhifə, 10 səhifə üst-üstə ən azı elm haqqında yazıbdır. Ondan sonra bab-ı hikmət. Hikmət nədir? Hətta bunlar da elmizə də hətmən tərif eləyəcək, amma biz oxumuruq da.
Bunun üçün dedim, çox önəmli mövzuları, məsələn, babi qəza, savaşmaq. Məsələn, bu nədir? Bilinə ki, əlbəttə burada da kəlmələr çox belə şey yazılıbdır. Biraz mənə bu xətti oxumaq biraz zor gəlir. Düzünü axtarsaz, etiraf eləyim ki, xoşxəttliyə tərəf gedibdir. Mən də bunlardan cömərtlik nədir məsələn? Çox cəlibdir. Yəni bunlar cəman mərdi filan ki deyirik. Abi həya. Yox, abi həya dedim. Həya sözü nədir? Babi həyadır bu. Mən həya nə deməkdir? Bizdə həya məsələsi nə cür düşünməliyik? Fəzl nədir? Əlbəttə fəzli sümt, sakitlik. Həm orucluğa deyir sümt, həm də sakitliğə deyir. İndi bunların hansısıdır? Ehtimal verirəm ki, sakit qalmaq, az danışmaq anlamına gəlir ki, məndə bu yoxdur. Xəlq ya xolq, burada xolq olsa əxlaqdır, xəlq olsa insanlardır. Yenə də mühüm bir qəziyyədir ki, millət mənasında da işlənmək olar. Xovf nədir? Qorxmaq, Allahdan qorxmaq nə mənə deməkdir? Yəni, nə cür bir qorxmaqdır? Reca, ümid nə deməkdir? Yəni, bu kəlmələr, məsələn, bizim indi bəzi dostlarımız ümidlə müxalifət edirlər. Ümid sözü ilə ki, ümid insanları, məsələn, İmam Zamanın gəlməsinə umud bağlar, bir iş görmür, deyir. Amma əcəba, türk də belə bir görür bunu, ya yox? Yoxsa biz Farsın təsiri altında o cür bir şeyə geçmişik. Mərifət, yenə də Tazaşdan burada mərifəti dünyanı necə tanıyacaqdır? Dedim, çox ciddi kitabda, çox ciddi qavramlar var içində ki, bunları biz bilməsək, mərifətin nəfs, ruhu, öz canımızın içindəki nə var, nə yox, onu tanımaq. Babil ücb, təəccüb sözü, əcəb sözü, sual sözü ehtimalən türkcədə əcəb abi o mənadadır ya yox, onu oxumaq gərəkir. Çox ciddi bir kitabdır hər halda. Mesela burada bir şey var. Babül ədavətü şeytan. Şeytan nə deməkdir? Ondan nə cür ədavət eləməklə gələkir? Ər-rizai bi qəza. Qəza başa gələnə razı olmaq. Babül yəqin. Yəqin sözü nə deməkdir? Nə cür yəqin olmaq olar? Nəsihət ya nəsəhtu zilhəsəd. Belə bir şeydir. Hala oxuya bilmədim bunu. Nəsihətdir nədir? Təvazü nə deməkdir? Hökəm ya hikmət nə deməkdir? Beləsi, çox cəlib bir kitabdır. Bunun axirində gördüyümüz üçün gəldik yetişik axırında. Dedik, kitabdan da bir 100 səhifədən çox zahirən cırılıbdır. Kitabını oxuduğumuz üçün bu qədər yetər. İstirdim ki, başqa bir kitab açmışdıq, ona da bir baxaq. Bu Şəcəri yəqini oxumuşduq. İndi bir dənə başqa bir kitab baxıram. Bunu kiçildək ki, səhifəyə yerləşsin. Kitabın çox nəfis olduğu elə cildindən bəllidir. Əvvəl bu kitabın üstü gönümüş və gönün üstündə gönümüş. Yəni, əvvəl bir qırmızı gön varmış, sonra onun üstünə biraz tox qırmızı gön çəkilibdir. Bu tox qırmızı gönün ehtimalən dövrəsi ya qızılla, altınla, ya da altın rəngli bir nə ilə olsa, hər nə ilə, bunun dövrəsin bir gözəl, nə deyim bunun adına bilmirəm, çox gözəl, çox şəkil bir şəkildə və ortada bir gül, bir qızıl gül, ya bir ayrı bir gül ki, istəyək bunu gərək doğru görək, gərək kitabın neçə dəfə beləsi fırlandığında qəşəng görsən, amma əslisi beləsi görsənməlidir. Çünki bu kitabın açılan yeridir. Yəni, mənə belə gəlir ki, açılan yeridir, gedir, bağlanır. Biz İslam dünyasında kitabdan sağ tərəf mühüm olduğu üçün kitabı sağ tərəfdən başlarıq. Baxın, bunu hələ düşmənlər aradan apara bilməyiblər. Əlbəttə, çox yerdə aparıblar. Azərbaycan, Türkiyə, digər türk məmləkətlərdə bu aradan gedibdir. Biz Məsihilər kimi ki, soldan oxurlar, iki sistemdir. Baxın, məsələn, Almanla, Rusiya ilə Avropanın buna görə ki, savaş düşsə bir-birləri ilə eləyə bilməyələr. Mənim, məsələn, deyək ki, dəmir yolum var, ya buradan, məsələn, eləyə bilməyə onun qətarları gələcəksə, bir iş görüblər. O da budur ki, gəliblər,
Məsələn, Rusiyanın dəmir yolu Amerikanın, İngilistanın dəmir yolundan biraz enlidir məsələn. Yəni onun bura girməsin də. Dil də bu cürdür, yazı da bu cürdür, baxış da bu cürdür. Düşmənə qarşı bir yoldur. Məsələn, biz İslamda hər şeyi sağdan, sağ mühümdür. Bu Məsihiyyət dünyasında sol mühümdür zahirən. Çünki məsələn kitabı soldan oxurlar. Oradan deyirəm ha. Bəlkə də sol mühüm deyil. Amma bizdə sağ mühümdür. Kitabı da sağdan oxuyarıq. Bunun üçün də cild məmulən sağ tərəfdən başlananda sağ tərəfin üzü gedir, örtülür, o birisi tərəfi, yəni çift kimi olur. Burada onu görürük. İndi bunu qeytərəcəyəm, əlbəttə o bir səfədə qeytərəm. Kitab hər halda iki mərhələdə və cırılıbdır. Zahirən ikinci nə cür deyək? Bunu dəyişdirim. Tamam. Kitabın indi o cildin bağladı, ağzı çift kimi gəlir bağlanır, onu bağladı və kitabdan bir əks götürdü. Bir dənə güldür, görürük onu düzü beləsiymiş. Təbəqat-ı Sufiyyə. Kitabın adı Təbəqat-ı Sufiyyədir. Burada üstə başda dostumuz yazıbdır ki, Allah səlamət eləsin. Bu kitab 927-ci ildə 800 səhifədə yazılıbdır. Çox ciddi bir kitabdır. Mən bunu niyə indi başladım, onu mənə soruşan olmalıdır. Burada bir kitabın cildi açıbdır. Cildin içində əvvəl bir Təbəqat-ı Sufiyyə yazılıbdır. Görürük ki, bir sarı kağızından ya da şütürü deyirdik buna biz kətlə. Şütürü bir kağızla yazdı qalin, kitabın cildin və birinci səhifəsini yapışdırıblar o Şiraziyə ki, qopbasın, saxlasın. İkinci səhifəni açanda görürük ki, bir yaşıl səhifə var. İsmi hazəl kitab Futuhil Mücahidin li tərvici qulubil müstəiddin. Burada kitabın əsl adı deyir budur. Təbəqat-ı Sufiyyə deyil. Burada beləsi yazıbdır, amma deyir ki, əlbəttə burada bir adı tarix yazıb. Tarix calibdir buna, amma mən deyir ki, İsmi hazəl kitab Futuhil Mücahidin li tərvici qulubil müstəiddin. Kitabın əsl adı deyir budur, amma üstdə də yenə bir şey yazıbdır. Futuhil Mücahidin li tərvici. Elə həman adı burada yazıb, amma bir dənə də tarix burada yazıbdır. Yazıb 927. Burada cildin burasında yazıb. Bunu kim yazıbdır? Yazar yazmayıbdır. Kitab bundan çox qabaqdır. Bu tarixdən. Ehtimal, əgər bu tarixi içəridən götürsə, heç içəridən götürməsə, kitabı aldığı zaman bunu yazmış olsa, bu 927 bu kitabı alan adam yazıbdır. Sonra da üstünə xətt çəkibdir. Aşağıdan doğrusunu təzəşdən İsmi Hazəl kitabı təzəşdən yazıbdır. Kitab Süleymaniyyə kitabxanasında Türkiyədə saxlanır, İstanbulda. Kitabın dedim çox nəfis olduğu buradan bəllidir. Yəni kitabın burada gəlirik, birinci səhifəsindəki əsli yerdir. Bismillahın dövrəsində bir çarçivəsi var. Çarçivənin Bismillahın özünün dövrəsində 2 dənə zeytun yarpağı kimi bir yarpaq da çəkilibdir. Üstündə bir gözəl bir nəqqaşi çəkilibdir. Çox şəkil bir nəqqaşidir ki, bu günləri bəzi fərşlərdə bunların bəzi qismətləri işlənir. Kitabın təəssüflə ortası, yəni Şirazə dediyimiz yer yapışıbdır bir-birinə və cırılıbdır, aradan gedibdir. Hətta bəzi kəlmələr də aradan gedibdir. Yazının dövrəsində bir enli, deyək ki, 3 ya 4 millimetr enində bir çarçivə var. İki tərəfi qərə midatla ya qərə şeylə xətt çəkilibdir. İki double xətt, özü də 2 xəttdir çəkilibdir hər tərəfdən, yəni 4 xəttilə çəkilibdir. Ortası da rəhlənibdir. Yazının da ortası rəhlənibdir. Yəni bu yazı ki yazılıbdır. Hər yeri təqribən mən burada zeytuni görürəm ya da yaşıl, onunla rəhlənibdir. İkinci səhifədə, yəni üçüncü və dördüncü səhifədə görürük ki, enli çarçivə yenə qalıbdır. Eyni həmən cür yazılar, o nəqqaşi gedibdir, qalıbdır. Çox gözəl bir xətt ilə yazılıb. Mən bunu oxuram çox ləzzətlə. Və ikinci səhifədən ya birinci səhifədə görürük ki, bəzi kəlmələrin başı üstə qırmızı cıqqılı məd kimi bir şeylər qoyubdur. Və o birisi səhifədə görürük ki, bir qırmızı yazılar da yazıbdır. Ehtimalən tarixdir. Səni-i ihda və səmaninə və səmanə mi'ə 991.
Burada neçə? 7 yazıblar, amma səni ihda və səmaninə və səmanə miə 7991. Burada 97 yazıblar. O 7 dediyim tarixdir. Kitabı aldığı adam o kitabı alıbdı əlinə, o tarixdir. Amma kitabın burada içində elə qırmızı xəttinlə qəşəng yazıb ki, səni ihda və səmaninə və səmanə miə. Bunu burada yazıblar. Qeydib baxarıq buna. Kitab çox gözəl xəttinə yazılıbdır. Kitabın boyu da uzundur. Xətlərin, yəni sətirlərin arası, yaxçı arası var. Amma kəlmələr bir-birinə çox yaxındır. Bununla belə çox gözəl yazılıbdır. Yəni, mən rahatca bunu oxuya bilərəm. Dediyim ki, bəzi kəlmələr qırmızıdır və bəzi kəlmələrin də üstündə qırmızı xət çəkib. Çox üzr istəyirəm. Nədən isə mən bu günlər 3-cü gündür ki, məndə eşqirmə var və bu eşqirmə kəsilmir. Kitabın başının üstündə o adam ki, əvvəldə qırmızı xəttinlə kitabı alan yazı yazmışdı, bu qırmızı midatla ya qırmızı qələmlə. Aynı xətt ilə səfələrin başında 1, 2, 3, 4, 5, 10, 9, 10 bunları yazıbdı. Gözəl görünür. Bu kitab, mən bunu belə eləsəm daha yaxşı olar. Biraz əgər bunu yekəldə bilsək, amma çox yekəlməyə. Kitabın ortasına su geçibdir. Yəni o Şiraziyə təəssüflə çox heyf olsun ki, su geçib. Su geçdiyinə görə də o qızıl rəngi daha özünü gözəl göstərir. Amma hər halda eyb icad olubdur. Kitabda su çəkdiyi üçün quruyəndə biraz qırışıbdır. O saflığı aradan gedib. Bunu tamam bu səhifələrin hamısında üst-üstə görürük. Əlbəttə getdikcə biraz azalır, amma şeydir, yəni davamı var, hala davamı var. Kitabın bu gözəllikdə kitabın üstünə yemək yeyiblər, tökülübdür. Yağ tökülübdür, yəni heyf. Çox bahalı bir kitabdır. Yəni pul olaraq çox bahalıdır. Mən bu son günlərdə bu savaşda düşünürdüm ki, əgər İran-Amerika və İsrail savaşı İran dövlətini yıxsa ki, inşallah yıxar və biz dövlətimizi bu fürsətdən istifadə edərik, qurarıq. Bizdə bu iradə təəssüflə bir lider ortada bir yəni şah rejimi və Cumhur-İslami rejimi elə bir şey görübdür ki, bizim əskilərdə, tariximizdə, türk tariximizdə bizim el-obamız var idi, xanımız var idi, ərbablarımız, xanlarımız var idi və bu xanlar bəzisi çox güclənirdi. Dövlət, mərkəzi dövlət zəifləyəndə ya bir savaşa çıxanda, hər halda zəifləyəndə o xan güclənir, eləyə bilirdi, o birisi xanları da yanına çəksin, bəyləri də yanına çəksin, çox gücə çevrilirdi və eləyə bilirdi ki, millətin içindən bir güc qalxırdı, dövləti yıxırdı, indi nədən dövlət, o taza bir dövlət qururdu, amma türk dövlət qururdu. Bu vəzni Rza Şahın o təxti-qapı dediyi siyasətlə təxti-qapı elədilər, yəni zindan elədilər, aradan apardılar. Və o xanlıq, bəylik getdi aradan. Məhəmməd Rza dövründə də bunların yerlərin əllərindən aldılar. Təxti-qapıda o zamancan biz bəzi türk tayfaları, elləri köçəri olurdular. Yəni yay, qışlaq, yaylaq, qışlaq elirdilər. Amma bir lider olurdu ortada. Yəni hər tayfanın bir lideri var idi. Xan, ərbab deyə bir adam var idi. Məsələn, 10 dana xan yığışırdı bir yerə, bir ordu qura bilirdilər. Ciddi ordu. Hər xanın da özünün silahlı gücü olurdu. Avropa gəldi, bu sistem Avropada da var idi. Avropa gəldi, bu sistemi çevirdi parti sisteminə, hizb sisteminə. Yəni gəldilər bunlar. O halda ki, İslamda hizb bundan qabaq mətrəh olubdu. Elə bu təbii varlığa görə mətrəh olubdu İslamda da. Gəldilər Avropada bunları partiyə çevirdilər. Onun üçün siz görürsünüz, Amerikada 2 dənə əsli hizbi var. Kanadada 2 dənə əsli hizbi var. Avropanın əksər məmləkətlərində ya hər eyalətin özünün bir hizbi var, ya bunların əsli başçısı ki, arxada da görsənmirlər, eyni İngilistan şahı kimi, ki, zahirən görsənmir, amma əsli güc şahın əlindədir. O, orada, o hizblər onun üçüdür.
onun əmri ilə düzəlir, təsmimlər tuturlar. Bu bizdə də belə ola bilərdi. Xanlar partiyə çevrilə bilərdilər. Və parti ola bilərdi, təbii olardı. Yəni bu təbii sünnəti vəziyyətdə modern vəziyyətə keçib hər əyalətdə, hər şəhərdə, hər məntəqədə oranın təsiri şurayı şəhər kimi bir güc olardı. Amma bunu taxtı qapı elədilər. Həm o yaylaq qışlağı apardılar, həm də yerlərin əllərindən oldu, həm də xanlıq əslən bunları o gücü şəhərdən, insanlardan aldılar. Nə oldu? Bu oldu ki, biz indi ortada 10 dana liderimiz yoxdur ki, bir-biri ilə otura, millət də bunları qəbul edirlər. Qabaqca millət xanları qəbul edirdilər. Xanlar nə olurdu? 10 dana, 5 dana, 3 dana bir yerdə oturanda bir gücə çevirirdilər, dövləti yıxıb dövlət qura bilirdilər. İndi bunu bizim əlimizdən alıblar. Bunu əmdən alıblar. Çünki türk daimən xanlar hökumət qırırdılar. Yəni hökumət qururdular. Həm qırırdılar, həm qururdular. Yəni bir hökuməti qırırdılar, bir hökuməti qururdular. Bunu qabağını almaq üçün xanlıq aradan getməkli idi. Ərbablıq aradan getməkli idi. Ta onun yerinə bir mərkəzi sistem ki, gələ ki, onun qarşısına heç kəs çıxa bilməyən. Çünki insanlar tək olalar, sillolizə olalar, atomizə olalar. Atom olanda, tək olanda bir-birindən ayrı olurlar. Bunları kim bağlırdı? Bir lider, bir adına xan deyirdıq, ərbab deyirdıq. Bu bağlırdı bir-birinə. Ancaq indi o yoxdur. O xan olmadığı üçün bir güc yoxdur bizdə indi. Ərəblərdə var, Kürdlərdə var. Bunlar davam edir ərəblərdə, Kürdlərdə, Bəluçlarda, hətta bəlkə türkmənlərdə bunlar davam edir. Qəşqailərdə bir müddətəcən davam edirdi. İndi əcəba ehtimalən davam etmir. Ən son xanın, Nasir xan Qəşqai rəhmətliğin xanının xanımısı da keçən aylarda, bəlkə 2-3 ay bunun içində Allahın rəhmətinə getdi. Və beləliklə Qəşqailər də bizə tay, Azərbaycan türklərinə tay, ehtimalən bölünmək şəklindədirlər. Bəlkə də xanları vardı, umaram xanları olsun onların və o xanlar Qəşqailəri bir gücə çevirə bilsin. Amma bizim yoxdur. İndi bunu nəyə gətirdim? Bunu buna görə gətirdim ki, bizim xanımız olsaydı, liderimiz olsaydı, ya indi bir siyasi liderimiz olsaydı, ya 50 ildə, 100 ildə icazə verirsə, ən azından bizim bir siyasi partilərimiz olsaydı, bir dana, 3 dana, 5 dana, 10 dana partimiz olsaydı, bu günləri olan liderləri oturardılar, təsmin tutardılar ki, bu İran dağılarkən biz nə etməliyik? Millət də onların sözünə baxardı. Yəni, hər xan öz adamlarına əmir verəcəkdi. Onlar da ordu kimdilər. Əslində, xan dəstur verəndə erkəkli, dişili, xanımlı, xatunlu, ağalı, hamısı, bəyli, xatunlu, hamısı bir ordu kimi əməl edirlər. Köçək köçürdülər, oturun, düşürdülər. Yəni, oturaq edin, oturaq edirdilər. Malı gətirin, malı aparın. Nə bilim, çadırı qurun, çadırı yığın. Hamısı bir ordu kimi hərəkət edirdi. Və çox hızlı. Bu aradan getdi. Əgər olsaydı bu günləri, eləyə bilərdilər ki, eləcək sabah dağılanda, məsələn, tacirlərin, sərvətlilərin sərvəti əmniyyətli qalmalıdır. Canları əmniyyətli qalmalıdır. Hər kəs Azərbaycan millətinə pənahəndə olsa, sığınsa, canı əmniyyətli qalmalıdır. İdarələr yanılmamalıdır, dağılmamalıdır binalar. Fabrikalar sökülməlidir, qalət olmamalıdır. Muzənin məsullarından qeyri adamın girib çıxma haqqıları yoxdur, onlar da kontrol olunmalıdırlar. Çünki bizim ən güclü varlığımız, dostlar, mədən, qızıl mədəni deyil. Qızılı həmişə düzətmək olar. Həmişə almaq olar, yerinə qoymaq olar. Bizim ən mühüm, ən güclü, ən qiymətli, ən önəmli varlığımız, toplumsal varlığımız, tarixsel varlığımız, insansal varlığımız o şeylərdir ki, muzələrdə toplanıbdır. Kitablar, heykəllər, tarixi sənədlər, sikkələr, cəli sikkələrdən söz etmirəm ki, çox rahatlıqca düzəldirlər və
indi sənətsazlıq edirlər. O yox. Bu daşlar, yazılar, bunlar hamısı bizim əsli gücümüz və sərvətimizdir. Onları məsələn indi bir şey olsa, hətta bir də insanlar ki, bilirlər muzələrdə nə vardı, bunlar bir daşa dəysə, onları qarət eləyəcəklər. Düşmənlər də buna mütərəssitdirlər. Yəni gözlürlər, baxın. Düşmənlər də gözlürlər ki, məsələn, o kitab bir şey olsa, biraz dəysə bir-birinə, biz bu kitabxanaya, bu muzeyə, bu şeyə girib bunları aparmalıyıq. Təəssüflə orası qarət, orada çox olur. Hər halda bu kitab çox cəlib bir kitab görürəm. Burada Cənub, Şimal, Miyani, Cənubi, o çox cəlib bir kitabdır. Mən bu bir dənə cədvəldir, dairə, içində onun qeysəm dalıya dairələri özün bölübdür, neçə dənə müsəlləsə, deyək ki, 1 xətt, 2 xətt, 3 xətt, 4 xətt. 4 xətt ilə dairəni əslində 12 yerə bölübdür. Beləsə, əgər 2, 4, 6, yox, 8 yerə. Dairəni 8, 4 dənə xətti də 8 yerə bölübdür və o 8-i tazaşdan 8 yerə bölübdür. Yəni, dairə içində bir dairə, ayrı dairə var, o da 8 yer. O 4 yerə bölünübdür əslində. Yox, o da 8 yerə bölünübdür. Dairənin içində dairə 16 dənə yazı burada yazıbdır. Cəlibdir. Cünub başımızın üstündədir. Şimal ayağımızdadır. Məşriq bu tərəfdədir, məğrib bu tərəfdədir. O, çox cəlibli bir şeydir, bunu görməliyik. Kitabın bu günləri cildinə, yazısına baxıram fəqət. Görək nə cürdür, qalanı qalsın. Yarın bunu, əgər Allah ömür və tövfiq verirsə ki, biz bunu diri qalarsaq və Allah bizə eşq və məhəbbət versə ki, kitab oxuyaq, fürsət versə, əlaqə versə, bu kitabı bir ayrı gün oxuyarıq. Çünki çox cəlib bir kitabdır və çox 400 səhifə PDF-də görsənir. Bunun əsli 800 səhifədir əslində. Çünki PDF-in hər səhifəsində diqqət buyursaq, mən səhifələri vərəqlirəm. Hər səhifədə PDF-in hər səhifəsində 2 səhifə görürəm. Amma çox cəlibdir. Əbülqasım Həkimi Səmərqəndi, Haşimi Sağdi, Əbuzəri Ət-Tərmədi, Salih ibn Məktum, yəni çox böyük insanlar haqqında burada sözlər gedir. Mən səfələri indi sürətlə vururam. İbrahim ibn Sabit, Əbül-Əbbas ibn Əta, Əbu Salih, Əbül-Əbbas Ərzizi, Əbül-Əbbas Dinəvəri, Əbül-Əbbas Əhməd ibn Yəhyəy Şirazi. Şiraz sözü dedik ki, türkcədir. Adı türkcə olan yer qətlən türklərin olmalıdır. Əbülhəsən Məhəmməd Məzin. Çox cəlib bir kitabdır, böyük düşüncə sahiblarına. İrfan danışanda, dostlar, mən indi yavaş-yavaş bunu düşünürəm. İrfan danışanda, yəni, bunu mən indi yazım, İrfan sözünün cürbəcür anlamların yazar mısın? Görək ki, bu irfan sözü ərəfə sözündəndir. Ərəf sözü, arif sözü, ərəf sözü, hamısı bu. İrfan sözü rişəsi etibarilə ərəbcə ərəfə, tanımaq, tanımaq, bilmək bu anlamda gəlir. Kökü buradan gəlir. Tanımaq, bilmək. Kökündən gəlir. Lakin tarix boyu ədəbiyyatda, fəlsəfədə və təsəvvüfdə çox geniş və dərin anlamlar qazanıb. Bu sözün önəmli anlamlarını belə sıralamaq olar. 1. Lüğəvi mənada, yəni tanımaq və bilmək anlamında nə mənədir? Ən sadə mənası bir şeyi görüb tanımaq, onun həqiqətinə vaqif olmaq deməkdir. Həqiqətinə yəni
Onu tanıdıq, gördük, onu axtarıb, o nədir, necə işləyir, nə cür düzəlib, nə cür bunu bilməkdir. Yəni ki, ən sadəsi buradır. Amma buradakı bilmək yalnız məlumat toplamaq elm deyil. Gördük bunu. Daha çox təcrübə və sizci ilə əldə edilən bir tanışlıqdır. Sizci ilə. Yəni sızmaq, onun içinə sızmaqla. Sizci, sızdım, yəni elə bir şey, su necə məsələn bir divarın arasından bir cıqqılı bir yol tapıb oradan nazikcə sızır. Buna biz də o cür təcrübə və sizci. Biz də onun içinə sızıb onu o cür bilməyimiz gərəkir. İstilahi mənada təsəvvüf və mənəviyyətdə. Təsəvvüf dünyasında irfan həqiqətləri gözlə görmüş kimi sizci ilə dərk etməkdir. Burada sizcidən mənzur çox duyğudur, ehsasdır, bir içəridə bir şeydir, düşüncədir. Burada iki növ tanımaq var. Yəni irfanda, təsəvvüfdə. Nəfs-i irfani, insanın öz daxilini, zəifliklərini və gözəlliklərini tanıması. Nəfsini tanıyan, Rəbbini tanıyar prinsipi üzərə. Haqq irfanı, kainatın yaradıcısını yalnız kitablardan deyil, ürək gözü ilə, eşq ilə, mənəvi təcrübə ilə tanımaqdır. Fəlsəfi mənada gnostisizm, genealoji məsələn kimi. Fəlsəfi bir termin olaraq irfan, insanın əqlin çata bilmədiyi seyirləri ilham və kəşf yolu ilə öyrənməsinə deyilir fəlsəfədə. İrfan əhli özünü yalnız alim bilici deyil. Alim də irfandan əlbəttə fərqlidir, bunların kökləri fərqlidir. Arif, alim bilici yox, arif həqiqi görən kimi tanınır. Yəni burada bir həqiqət sözü var. Mədəniyyət və ədəbiyyatda klasik ədəbiyyatımızda irfan həm də mədəniyyət, ədəb və incəlik mənasında işlənir. İrfan məclisi dedikdə yalnız elm öyrənilən yer deyil, hikmətli sözlərin deyildiyi, mənəvi sevincin olduğu bir ortam nəzərdə tutulur. Elmi və sosial anlamda irfan nə deməkdir? Öyrəniş. Bəzi türk dillərində irfan sözü ümumi bir şəkildə təhsil və maarif, bizdə də Qacar dövründə maarif deyirdilər. Elmi demirdilər, maarif şeyi. Maarifləmək çox mühümdür ta elm öyrənmək. Maarif mənasında işlənir. Məsələn, elm və irfan ocağı deyildikdə məktəb nəzərdə tutulur. Xülasə olaraq, elm oxuyub öyrənilən məlumatdır. İrfan yaşayıb, duyub və qəlb ilə tanımaqdır. Ərəfə, arif, irfan, ürf buradan gəlir. Ürf sözü də buradan gəlir. Daha da çox şey olar. Mən çoxluqla ərəfə, arif, irfan, ərəfat, ma'ruf kimi ərəfədən ayrılan sözcükləri murad etmişdim.
Görək nə deyir. Bu sudasız, bu sevdasız ərəfə rişəsinin nə qədər geniş bir, bu sevda niyə beləsi olubdu bilmirəm. Burada olacaqdır. Siz rişəsinin nə qədər geniş bir məna şəcərəsi olduğunu çox gözəl vurğulamışsınız. Bu kökdən törəyən sözcüklər bir-biri ilə əlaqəli olsa da, gündəlik həyatda təsəvvüfə, hüquqdan coğrafiyaya qədər fərqli sahələrdə əhatə edir. Bu rəngin kökün ağacını belə təsvir edə bilərik. Ürf, bu camiənin tanıdığı, qəbul etdiyi və uzun müddət cari olan adət və ənənələrdir. Ürf dedikində irfan da buradan gəlir, ha, diqqət buyurun. Hər kəsin doğru olaraq tanıdığı və uyğun gördüyü davranış qaydaları nəzərdə tutulur. Hüquqda ürf və adət qanun kimi keçərli ola bilir. Arif, bilən və tanınan şəxsidir. Bilən və tanıyan şəxsidir. Amma sırf məlumat sahibi olan deyil. O, məlumatın ruhuna vaqif olan sizci sahibi adamdır. Arif, şeylərin zahirini deyil, batinini görən birisidir. İrfan, sizinlə öncə danışdığımız kimi bu, dərin tanışlıq və hikmətdir. Mənəvi təcrübə ilə əldə edilən ilhami və kəşfi bir bilgidir. İnsanın əqli ilə ruhunu birləşdirdiyi məqamdır. Ərəfat, Məkkə yaxınlığında o məşhur dağ və düzənlikdir. Məna baxımından iki maraqlı rivayəti var. Deyilir ki, Həzrəti Adəm ilə Həzrəti Həvva uzun ayrılıqdan sonra orada bir-birlərini tanıdılar. Ürf, ərəfə söz əlbəttə. Ya da insanlar orada Tanrının əzəmətini dərk edib özlərini tanıyırlar, mərifətə çatırlar. Ərəfat sözü əslində iki nəfər bir-birini tanımaqdır, iki qrup bir-birini tanımaqdır. Yəni bu da heç mən gedirəm Allahı tanıyam, Allah da məni tanır məsələn orada. Ərəfat bir tərəfli deyil, iki tərəflidir. Ərəfə bir tərəflidir, bildi. Ərəfu bilirəm. Amma məsələn mən birindən yaxınlaşıram, o da məni tanır, burada biz bir-birimizi tanırıq sözünə gəlir, o fərqli mənası var. Məruf, hər kəs tərəfindən tanınan, bəlli olan və yaxşılığı qəbul edilən şey əlbəttə. Dində əmr-i məruf deyildikdə insanları hər kəsin doğru olaraq tanıdığı xeyir işlərə çağırmaq nəzərdə tutulur. Mərifət nədir? Hər bir şey dərindən tanımaq deməkdir, mərifət. Hər bir şeyi dərindən tanımaq deməkdir. Həm də bir işi ustalıqla, hünərə uyğun görməkdir. Bir işi. Bu iş mərifət istər dedikdə, o işin sırf bilgi ilə deyil, ustalıq və tanışıqlıqla olduğunu bildirir. Nəticə olaraq bu kökün bütün budaqları bu nöqtədə birləşir. Bir şeyin özünə, əsli kiminə vaqif olmaq. Tamam. Elə bu qədər bu irfan məsələsində ürf və irfan bunları da bu qədər öyrəndik. Kitaba davam edirəm, baxıram. Çox gözəl xətt ilə yazılıbdır və çox böyük şəxsiyyətlərin mən burada adlarını görürəm. Burada da zahirən kitabın bir yeri cırılıbdır ya bir şey düşübdür. Hər halda bu aradan gedib orası. 359, 60, 70 səhifələrə gəldik, yetişdik. Çox şəkil bir kitab, çox önəmli bir kitab. Dedim, bəlkə bunun milyonlar dolar bunun qiyməti ola bilər. Yəni, bizim keçmişdən minlər adamın
milyonlar, bəlkə milyardılar türkün ki, yaşayıblar tarixdə, fərq eləməz hangi dində olublar, hangi dinə qulluq eləyiblər, əsla fərq eləməz. Onların milyardılar insanın tarix boyu, yaşam boyu tarixdən daha dərin boyu topladıkları yaşamı, yaşadıkları, yəni təcrübə, yaşam yəni təcrübə elədiklərinin xülasəsi bu kitablardadır. Yəni mən dün bir yazı da yazdım. Burada kitab cırılıb da, 730-cu səhifədə kitab cırılıbdır. Arxasında da bir kağız qoyublar. Ehtimalən ki, bu bəlli olsun ki, cırılıbdır. O bir səhifədə. Cəlibdir, bunu birazını cırıblar orada. Amma kitabın yazısına xəsarət dəyməyib. Bir də qeydim. Bəli, kitabın yazısına xəsarət dəyməyibdir. Amma kitabın güşəsi cırılıb və su keçibdir. Ortasına su geçmişdi. Bunu görürdük amma, yəni Şiraziyə. Amma indi görürük ki, burada cıraqlarına da su geçibdir bəzi yerdə. Quruyubdur və naqis şey olubdur, yəni. Kitabın ortası o qəs su çəkibdir ki, o birisi yerlərdə su çəksə bəlli deyil. Amma ortası hala gəlir, kitabın sonuna qədər gəldik. O ortada elə Şirazə çox dərin vəziyyətdə su çəkib və qırışıbdır quruyəndə də. Kitabın sonu. Bu kitabın tarixinə də bir baxaq, sonra bunu qutaraq. Tarixul İtmam özü yazıbdır. Və həmdülillah, iş bu kitabı hümam külli suduriki gibi, gülü sudurek gibi müşkin xitam alır hər dəm an... Aha, şeiridir. Şeirlə qutarıbdır. Və həmdülillah, iş bu kitabı hümam külli sudurek gibi müşkin xitam alır hər dəm andan gönül buyi can olur seyredənlər rüxin şadkam olur seyr edənlər rüxin şadkam sərasər tulu nəfxi insüdür sərasər tolu həman sərasər tolu nəfxi insüdür insan ki qüd zəhli andən pür eylər məşam Hakkın onu fəzlindən irüb mədəd ki hicrət hesabında tarixi am 927 idi. Bəs burada düz yazıbdır. Üstdəki yazmışdı. Mən dedim qələt yazıblar. Ehtimalən kitab o tarixdə 921-də başlayır, 927-də qutarır. Ehtimalən yəni 6 il zəhmət çəkibdir. 927 idi. Pəs Rəcəb ayı içində oldu tamam. Və sallallahu teala ala seyyidina Muhammedin xeyril ənami və ala alihil kirami və əshabihil izami və ala əimməti əhlil islami və mən yətəəhhəmə və mən təbəəhum ilə yevmil qiyam. Çox gözəl yazıb, amma mən qələt oxudum. Hərrərəhu, kim yazıb kitabı? Bunu əlbəttə sabahlar oxuyarıq. Hərrərəhu əs-Seyyid Məhəmməd Əl-Ouni Əl-Tuqadi. Qəfərəllahu ləhu və livalideyhi və cəmil müsliminə səniyi. Diqqət bu. Səniyi tis'ə və sittinə və mi'ə və mi'əteyn. Calibdir, necə oldu? Səniyi tis'ə və sittinə və mi'teyni və əlif. Aha, burada bu tarixi yazan da nüsxəçi tarix qoyubdur. Deyibdir ki, bunu yazan, yəni nüsxəliyən Seyyid Məhəmməd Əl-Ouni Ət-Tuqari ya Tuqadi. Tuqadı ola, Tuqad. Ehtimal verirəm ki, indi Türkiyədə bir şəhər adıdır. Tuqat deyirlər indi əlbəttə. Tuqatlı ki, səneyi tis'ə və sittinə və mə'əteyni və əlif. 1267. 1267-də bu adam nüsxəliyibdir kitabı. Kitab əslində üstdəki yazmışdı 927
27 tutanda, indi o burası hesablayaq. 1447 bunu silaq. 47-ci ildir yox. Bundan çıxaq 927. 520 il bundan qabaq yazdılar. O 7 illə gələndə 527 il bundan, ya 26 il bundan qabaq başlayıb yazmağa. Bu adam ki bunu şey eləyibdi, bunu da oxuyaq. Bu adam ki bunu yazıbdı, yəni nüsxə eləyibdi, fotokopi deməyək, zəhmət çəkib yazıb da, fotokopi eləməyibdi, zəhmət üzündən yazıbdı. Səneyi 1267. Bundan çıxsaq 1447-ni, bu kitabda 180 il üzü yazılıbdır. Biz bunu niyə yazırıq? Əlbəttə ki, irfan haqqında olduğu üçün bu və ariflər haqqında olduğu üçün inanmıram ki, içinə əl aparmış olalar. Amma çünki qədimi də ona görə oxuyacağıq bunu. Bu gün qalsın, bir ayrı gün ömür olursa bunu oxuyarıq. Bu günləri xülasə eləsək, Zəfərnamə adlı, Kitab-ı Zəfərnamə adlı bir kitabı götürdük, oxumağa başladıq. Bu kitab 1050-də, yəni 397 il bundan qabaq, üstə deyək 400 il bundan öncə yazılıbdır. Yazan nüsxəçi Məhəmməd ibn Süleyman ibn Hacı Osmandır. Və kitabın adı Kitab-ı Zəfərnamədir. Və Türk müsəlmanının, Türk alim və arif müsəlmanın dünyada və İslamda bəzi kəlmələrin, sözlərin, düşüncələrin, adların bizdə nə anlamı var? Biz onu nə cür dərk edirik, idrak edirik bir türk müsəlman olaraq, onu burada dana-dana yazıbdır. Kitabın bir 10-15 səhifəsi, məsələn, Ənuşirəvana və onun vəziri Buzərc Mehrə bağlanır onun adından, amma qalanı bir türk insanının İslamda və toplumda yaygın olan toplumumuzda, Türk toplumunda müsəlmanların və türklərin toplumunda yaygın olan qavramların türkcə anlamasını burada bizə o kitabda deyir. Çox dərin kitabdır. Biraz bu xətti oxumaq mənə zor gəldi, amma az da oxumadım. Yəni fikrim ki 20 səhifəyə yaxın o kitabdan oxuduq. Beləliklə bu günləri o kitabı oxuduq. Bu kitab Təbəqat-ı Sufiyyə adlı kitab qalsın. İnşallah ömür olursa bir başqa gün Allahın tövfiqi ilə bu kitablarda tanış olarıq. Sağ olun, sağ qalın. Bir daha görüşmək üzrə. Hələlik.